Salam müəllimələr, bir daha. Bugünkü təlimimiz bildiyiniz kimi qiymətləndirmədə belə deyim də olan mövzularla bağlı olacaq. Zəhmət olmasa mənə bildirin, mənim səsim yaxşı gəlirmi sizə? Bəli, müəllimə, yaxşı gəlir. Aha, lap yaxşı. Deməli, 7 dənə mövzu verilib müəllimələr. İstəyirəm bu mövzular haqqında qısa olaraq məlumat verim, daha sonra isə keçəcəyik sual-cavaba. Yəni çalışacağam ki, burada olan bütün müəllimlərlə test formasında sual-cavab aparım ki, ən azından həmin günə tam hazırlıqlı olasınız. Birinci mövzulardan biri o idi ki, açıq havada oyunların təşkili. Düşünürəm ki, bu mövzularda çətinlik çəkməyəcəksiniz. Yəni testdə görəndə tapa biləcəksiniz. Açıq havada oyunları necə təşkil etmək lazımdır? Gündəlik olaraq onsuz biz bağça şəraitində açıq havada oyunlardan belə deyim də istifadə edirik. Açıq havada oyunları təşkil edərək nəyi nəzərə almaq lazımdır? 4 inkişaf sahəmizi nəzərə alırıq. 4 inkişaf sahələrimiz hansı idi? Fiziki inkişaf, idrakin inkişafı, estetik yaradıcı inkişaf və sosial-emosional inkişaf. Yəni əlaqəli formada, məsəl üçün sırf açıq havada oyunlar deməyəcək. Açıq havada məsəl üçün deyəcək ki, oyunları necə inteqrasiya edərsiniz məşğələlərlə və yaxud da hansı inkişaf sahəsinə əlaqələndirərsiniz oyunları. Bu formada düşəcək sizə suallar. Düşünürəm ki, ümumiyyətlə biz açıq havada oyunları təşkil edəndə əlimizdə belə deyim də vəsaitlərimiz təbiət materialları olur və o təbiət materiallarından da biz nə edirik? Oyunlar qururuq və o oyunları necə inteqrasiya etmək lazımdır? Müəllimlər bir-bir qoxulur. Mən də diqqətim yayınır. Deməli, o mövzuları biz əlaqələndirik. Tutalım ki, nələrdən burada istifadə edə bilərik? Ağacların yarpağı olsun, daha sonra qozalar olsun, torpaq olsun. Yəni bunlar nədir? Bizim əyani vəsaitlərimizdir. Bəzən düşə bilər ki, yəni heç bir əlinizdə heç bir resurs yoxdur. Necə belə deyim də oyunlar təşkil edərsiniz? Bizim köməyimizə çatan nədir? Təbiət materiallarıdır və bu təbiət materiallarından da istifadə edərkən digər belə deyim də inkişaf sahələrimizlə əlaqələndiririk, məşğələlərimizlə əlaqələndiririk. Necə əlaqələndiririk? Adicə məsəl üçün bir dənə yarpaqdan nümunə gətirək. Uşaqları belə deyim də gəzintiyə çıxarırıq və deyirik ki, baxın uşaqlar, ağacların gəlin yarpaqlarını müşahidə edək. Baxın gördüyümüz kimi hər bir ağacın yarpağı fərqlidir. Hər birinin özünə uyğun quruluşu var. Rəngləri bir-birindən fərqlənir. Biri baxın tünd yaşıldır, biri açıq yaşıldır. Yəni hətta burada nə edirəm? Estetik yaradıcı inkişaf sahəsi ilə əlaqələndirirəm. İlk öncə uşaqlarda nə yaradıram? Təfəkkür yaradıram. Psixi proseslərimizdən təfəkkürü yaratdım. Yarpaqları bir-birindən fərqləndirdi, əlaqələndirdi. Daha sonra onda yaradıcılıq yaradıram. Uşaqlar baxın, rənglərinə baxın, rəngləri bir-birindən fərqlidir. Daha sonra deyə bilərəm ki, ay uşaqlar, götürək bu yarpaqları bir-bir sayaq görək. Hər ağacdan bir yarpaq götürək və onları başlayaq bir-bir saymağa. Neynirəm burada? Yenə idrakla əlaqələndirirəm. Məşğələlərimizdən məntiqi riyazi təfəkkür məşğələsi ilə əlaqələndirirəm. Daha sonra deyə bilərəm ki, ay uşaqlar, bu yarpaqlar qədər gəlin, yarpaqların sayı nə qədərdirsə, o qədər də ayaqlarımızı yerə vuraq. Burada da neynirəm? Fiziki inkişaf sahəsi ilə əlaqələndirirəm. Baxın, burada 4 inkişaf sahəsini mən əlaqələndirdim. Bir dənə qaldı sosial-emosional. Sosial-emosionalla da necə əlaqələndiririk? Uşaqlar arasında əməkdaşlıq yaradaraq. Əməkdaşlığı necə yarada bilərəm? İndi mən nümunəni yarpaqlardan çəkdim də. Deyə bilərəm ki, Ayxan, sən yoldaşınla get, bir ağacdan 4 dənə yarpaq toplayın. Sonra onları gətirin, mənə göstərim görüm o 4 dənədirmi? Neynirəm? Burada həm əməkdaşlığı yaradıram, eyni zamanda nə yaradıram? İdraki inkişaf sahəsinə əlaqələndirirəmmi? Bəli. Deməli, açıq havada oyunları təşkil etmək, yəni sırf sadəcə bir oyun təşkil etmirsiniz. Əlaqəli formada. Nitq inkişafı ilə tutalım ki, riyazi inkişafı əlaqələndirirsiniz. Estetik yaradıcı ilə sosial-emosional inkişaf sahəsini əlaqələndirirsiniz və yaxud da inkişaf sahəsi deməz məşğələlərdir. Təbii ki, burada məşğələlərimizi də bir-biri ilə əlaqələndiririk.
Və, biz bildiyimiz kimi gəzintilər gün ərzində neçə dəfə keçirilir? Gəzintilər gün ərzində 2 dəfə keçirilir. Müddəti nə qədərdir? Müddəti 4 saatdan az olmamalıdır gəzintilərin. Amma bu o demək deyil ki, uşaqlar, hər dəfə gəzintiyə çıxmalıdırlar. Elə bir durum olur, elə bir vəziyyət olur ki, biz gəzintini təxirə salırıq. Bu hansı vəziyyətdir? Havanın temperaturu əgər 5 dərəcədən aşağı olarsa və küləyin sürəti 7 metr saniyədən çox olduqda gəzinti müddəti azaldılır. Yəni demir ki, burada təxirə salınır ümumiyyətlə. Sadəcə azaldır. 4 saat deyil. Bunu salıram ya 2 saata, ya 1 saata bu formada azaldıram. Və yaxud da ola bilər ki, şaxtalı hava şəraitində olar, küləyin sürəti 15 metr saniyədən çox olar. Bu zaman gəzinti ümumiyyətlə təxirə salınır. Açıq havada oyunların təşkili haqqında qısa belə məlumat verdim. Daha sonra keçək hansı mövzumuza? Planlaşdırma mövzumuza. Bildiyimiz kimi, əgər biz nəticə yönümlü müəllim isə, hər bir şeyimiz yerli yerindədirsə, konstruktiv bacarıqlarımızı qura biliriksə, biz necə müəllimik? Təbii ki, nəticə yönümlü müəllimik. Ona görə də biz işimizi hər zaman planlı qurmalıyıq. Hər bir vəziyyətə hazırlıqlı olmalıyıq. Və bizim neçə planlaşdırmamız var? İşimizi necə düzgün planlaşdırırıq? Neçə cür planlaşdırmadan istifadə edirik? Onları öyrənəcəyik. Bizim 2 planlaşdırmamız var. Müəllimlər yaxşı olardı ki, vaxtında qoşulsun. Çünki sonradan qoşulursunuz, geri qalırsınız. Deməli, biz 2 cür planlaşdırmadan istifadə edirik. Biri illik planlaşdırma, bəzən buna testlərdə perspektiv planlaşdırma olaraq da qarşınıza çıxa bilər. Yəni perspektiv çıxsa özünüzü çaşdırmayın da ki, bu nə deməkdir? Perspektiv illik planlaşdırma deməkdir. Daha sonra ikincisi isə cari planlaşdırmadır. Cari də qarşınıza həftəlik planlaşdırma olaraq çıxa bilər. İllik planlaşdırma standartların reallaşdırılması məqsədilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Baxın, hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Bu cümlələri yadınızda saxlayın, düşə bilər. Deməli, inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Hansı planlaşdırmamız? İllik planlaşdırmamız. İllik planlaşdırmada bizim bir dənə didaktik prinsiplərimizdən biri var ki, o ciddi şəkildə gözlənilir. Bu prinsip də inteqrativlik prinsipidir. Deməli, hansı prinsipimiz ciddi şəkildə gözlənildi burada? İnteqrativlik prinsipi. Və nəyə görə inteqrativlik prinsipi caridə yox? Düzdür, cari planlaşdırmada da inteqrasiya var təbii ki. Amma daha çox xüsusi olaraq qeyd olunur illik planlaşdırmada. Nəyə görə? Çünki biz illik planlaşdırmada mövzularımızı əlaqələndiririk. Düzdürmü? Əlaqəli formasında il boyu, yəni hansı mövzular bir-biri ilə əlaqəli, yəni keçiriləcək, onlar qeyd olunur. Cari planlaşdırmamızı da illik planlaşdırmaya baxıb biz yazırıq. Deməli, belə bir sual çıxır ki meydana. İllik planlaşdırma daha böyük anlayışdır, yoxsa cari planlaşdırma? Təbii ki, illik planlaşdırma. Çünki illik planlaşdırmamız olmasa biz cari planlaşdırmanı qura bilmərik. Və illik planlaşdırmanın ardıcılığı var ki, birinci standartdır, məşğələdir, mövzudur, inteqrasiyadır, resurslardır, tarixdir. Standart nə deməkdir? Standart bizə dövlətin verdiyi minimum tələbdir. Həm təhsil alanlara, həm də təhsil verənlərə aid bir dövlət tələbidir. Və minimum tələb deyirik. Nəyə görə minimum tələb? Çünki bu standarta minimum dərəcədə uşaq çatmalıdır. Yəni məqsədə minimum dərəcədə çatmağı bacarmalıdır uşaq. Daha sonra həftəlik planlaşdırma. Dedik ki, illik planlaşdırma standartların reallaşdırılması məqsədilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Bəs cari planlaşdırma necə aparılır? Cari planlaşdırma alt standartların həyata keçirilməsi məqsədilə ayrı-ayrı məşğələlər və məşğələdən kənar fəaliyyətlər üzrə aparılır. Məsəl üçün, bu fəaliyyətlərə aid ola bilər oyundur, gəzintidir, əyləncədir, sağlamlaşdırıcı tədbirlərdir. Bunlar məşğələdən kənar fəaliyyətlərə aiddir. Və cari planlaşdırmanın ardıcılığı isə bu formadadır.
standartdır, mövzudur, məqsəddir, inteqrasiyadır, iş formasıdır, iş üsuludur, tarixdir. Ümumiyyətlə cari planlaşdırmamız bizim bir həftə üzrə reallaşdırılan planlaşdırmamızdır. Bəzən məsəl üçün testlərdə düşür ki, cari planlaşdırma 1 gün ərzində reallaşır, 3 gün ərzində, sonra 5 gün verirlər. Xeyr, cari planlaşdırma 1 həftə ərzində reallaşmalıdır. Və burada illik planlaşdırma ilə cari planlaşdırma bir-biri ilə eynilik təşkil edir hansında? Deməli, bura aiddir standart, mövzu, inteqrasiya, resurs. Çünki hər ikisində qeyd olunub. Amma tarix, baxın, illik planlaşdırmada yalnız qeyd olunub. Daha sonra iş üsuludur, iş formasıdır, məqsəddir. Ümumiyyətlə, məqsəd yadınızda saxlayın. Cari planlaşdırmaya aiddir, iş üsuludur, iş formasıdır, məqsəddir. Baxın, bunlar sırf caridə qeyd olunub. Bir də məşğələnin mərhələləri var. Biz təbii ki, məşğələmizi qurarkən məşğələlərin mərhələlərinə də diqqət yetiririk. Bunlar hansılardır? Bəli, məşğələnin belə deyim də, ardıcıllıq olaraq bunları qeyd edirsiniz, amma məşğələlərinizdə, belə deyim də, o mərhələlərdən istifadə edərək məşğələyə başlayırsınız da. Sizin yəni motivasiyanız olmasa məşğələni qura bilərsinizmi? Xeyr. Ardıcıllıq olaraq xeyr, qeyd olunmayıb. Amma məşğələnin mərhələlərindən biz hər zaman istifadə edirik. Hansılardır bu məşğələnin mərhələləri? Motivasiya və aktuallaşdırma, dərk etmə və tətbiq etmə. Baxın, motivasiya və aktuallaşdırma deyirik. Adından da göründüyü kimi ilk mərhələmizdə, yəni motivasiyamızı biz düzgün qurmasaq, inanın mənə, nə dərk etməni belə deyim də düzgün edə biləcəyik, nə də ki tətbiq etməni. Yəni heç biri uğurlu alınmayacaq. Ona görə də ilk öncə nəyə diqqət yetirməliyik? Uşaqlarda həvəs yaratmağa diqqət yetirməliyik. Əgər uşağın marağı olsa, əgər həqiqətən də uşaq üçün maraqlı bir vəziyyət yarada bilirəmsə, mənim dərk etməm də uğurlu olacaq. Eyni zamanda tətbiq etməm də uğurlu olacaq. Motivasiya bizim psixi proseslərimizdən hansına aiddir müəllimələr? Çat bölməsində yazın. Motivasiya bizim psixi proseslərimizdən hansına aiddir? Bəli, motivasiya bizim psixi proseslərimizdən tam doğrudur, diqqətə aiddir. Ümumiyyətlə, niyə görə diqqətə deyirik aiddir? Çünki uşaqlara maraqlı olan nə varsa, adicə baxın, uşaqlar telefona baxırlar, siz onu nə qədər çağırırsınız, o sizə baxmır. Onun səbəbi nədir? Çünki o baxdığı şey ona çox maraqlı gəlir. O maraqlıdır deyə artıq ikinci şəxsin ona çağırması ona belə deyim də əhəmiyyət vermir, eşitmir. O qədər fikrin ora yönəldib ki. Deməli biz də nə etməliyik tərbiyəçi müəllim olaraq? O diqqəti özümüzə cəmləməliyik, belə deyim də cəmləməyi bacarmalıyıq. Və motivasiyanı necə qurmaq lazımdır? Motivasiyanı diqqəti cəlb etmək dedik, uşağı maraqlandırmaqdır, müxtəlif fərziyyələrə səbəb yaratmaqdır, müstəqil tədqiqata həvəsləndirməkdir. Yəni bunların hər biri motivasiya qurmaq üçün belə deyim də bizə yardım olan mexanizmlərdir. Biz bunlardan istifadə edərək nə edirik? Uşaqlarda bir maraq yaradırıq. Amma bəzi hallarda elə olur ki, biz motivasiya yarada bilmirik. Elə mövzularımız var ki, yəni onlar sadəcə izah olunmalıdır və yaxud da sual-cavabla uşaqda həmin mövzunu mən möhkəmləndirməliyəm. Məsəl üçün, təhlükəli əşyalar haqqında bir məlumat verməliyəm. Motivasiya yarada bilmirəm uşaqda. Neynirəm? Mənim köməyimə çatır hansı? Aktuallaşdırma. Aktuallaşdırma da bizim psixi proseslərimizdən hafizəyə aiddir. Bəli, hafizəyə aiddir. Və bəs iş üsullarımızdan hansına aiddir müəllimələr? Dedik, psixi prosesdən hafizəyə. Bəs iş üsullarımızdan? Bəli, söz assosiasiyasına aiddir. Nəyə görə? Çünki burada uşaqlara biz suallar veririk və uşaqlar əgər o sual haqqında əvvəlcədən nə isə bilirsə, cavablayır. Və yaxud da bilmirsə, həmin mövzu keçildikdən sonra uşağa sual ünvanlanır, daha sonra uşaq cavablayır. Deməli, ilk öncə biz aktuallaşdırmada nə edirik? Uşaqlar həmin belə deyim də mövzu haqqında nəyi bilir, bilmir, onu ölçürük.
Aktuallaşdırmanı da bu formada qurduq. Amma belə sual çıxsa meydana ki, aktuallaşdırmadan istifadə daha yaxşı olar yoxsa motivasiyadan? Təbii ki, motivasiyadan. Deyirik ki, əgər motivasiya qurmaq mümkün deyilsə, o zaman aktuallaşdırmadan istifadə edirik. Gəlir dərk etmə. Dərk etmə yeni bilik, bacarıqların tədqiq edilərək. Baxın, bunu yadınızda saxlayın. Tədqiq. Tədqiq görüb gedib tətbiq etməni götürməyin. Tədqiq etmək, tədqiqat aparmaq, öyrənmək, fikir mübadiləsi etmək, bunların hər biri dərk etməyə aiddir. Burada neynirlər? Uşaqlar fəal şəkildə öyrənirlər. Və belə bir cümlə də var ki, dərk etmək bilik bacarıqların vəhdətdə formalaşması prosesidir. Yəni burada uşaqlar artıq biliyi bacarığa çevirmə prosesindədirlər. Öyrənirlər. Öyrəndikdən sonra artıq nəyə keçirlər tam olaraq? Tətbiq etmə mərhələsinə tam olaraq keçə bilirlər. Dərk etmədə tutalım ki, mən motivasiyanı yaratdım uşaqlarda. Həvəsi yaratdım, daha sonra dərk etdirirəm. Dərk etmədə müəllim fəaliyyəti mütləq olmalıdır. Baxın, müəllim fəaliyyəti olmalıdır. Nəyə görə? Çünki öyrətmək lazımdır. O öz-özünə necə məlumatı öyrənsin, necə tədqiqat aparsın. Deyirik ki, tədqiqat aparma 5-6 yaşlı uşaqlara aiddir, düzdürmü? 5-6 yaşa qədər mən neynirəm? Ona köməklik eləyirəm də, dərk etdirəm ki, bax, bu belə olmalıdır, elə olmalıdır, gəl birlikdə tədqiqat işləri aparaq. Mövzunu başa salıram. Artıq tətbiq etmədən keçirəm aktual zonaya. Deməli, dərk etmədə hansı zonada oluram? Yaxın inkişaf zonasında. Vygotsky nəzəriyyəsi ilə də burada əlaqələndirək. Oluruq yaxın inkişaf zonasında. Tətbiq etmədə isə artıq o dəstəyi neynirəm? Ondan buraxıram. Uşaq rahat bir şəkildə, sərbəst bir şəkildə, belə deyim də, həmin mövzuya aid ola bilər rəsm çəksin, ola bilər nəsə əl işi düzəltsin. Bu nə deməkdir? Demək ki, uşaq bunu bacarır, uşaq həqiqətən də edə bilər. Nümunə olaraq deyək ki, dərk etmədə mövzumuz evlərdir, düzdürmü? Evlərə uyğun uşaqlara neynirəm? Uşaqlar rəngli kartonlardan, üçbucaq, bir də kvadratdan istifadə etməklə ev qurmalıdırlar. İlk öncə göstərirəm. Baxın uşaqlar. Birinci üçbucağı qoyuruq, daha sonra kvadratı qoyuruq. Nə alındı? Bir ev alındı. Evin yuxarısından baxın bulud da çəkə bilərik, günəş də çəkə bilərik, istiqamətlərini göstərirəm. Yəni əyani vasitələrdən mütləq istifadə edilməlidir. Başa saldıq mı? Saldıq. Daha sonra tətbiq etmədə uşaq neynir? Başlayır mən onu öyrətdiyimi tətbiq etməyə. Deyirəm ki, uşaqlar, indi isə özünüz hazırlayın evi, görüm necə hazırlayacaqsınız. Uşaq birinci yenə mən göstərdiyim kimi üçbucağı qoyur, ardınca qoyur dördbucağı, ev tam hazır olur. Artıq mən bilirəm ki, dərk etməmi düzgün təşkil etmişəm. Əgər dərk etmə düzgün olmazsa, uşaq tətbiq etmədə çətinlik çəkə bilər. Təbii ki, çətinlik zamanı kömək edilməlidir. Sırf heç zaman olmaz müəllim fəaliyyəti deyə bir şey yoxdur. Amma tətbiq etmədə qayda olaraq gedir ki, müəllim fəaliyyəti olmamalıdır. Bu da bizim planlaşdırma haqqında qısa məlumatımız. Daha sonra gəlir dəyərləndirmə. Bir də planlaşdırmada onu qeyd edeyim. Planlaşdırmada biz SMART planlamasından istifadə edirik. Bunun haqqında əslində uzun danışmaq lazımdır. Qısa olaraq məlumat verim. SMART planlaması biz yəni ki, məqsədimizi qurarkən bu planlamaya aid qururuq da. S nə deməkdir? Spesifik, dəqiq olmalıdır. Yəni bizim məqsədimiz bilinməlidir ki, nədir? Bizdən nə istənilir? Biri var ki, deyirəm ki, uşaq riyazi əməliyyatları yerinə yetirir. Burada sual çıxır meydana ki, hansı riyazi əməliyyatları? Yəni o qədər riyazi əməliyyatlarımız var ki, amma mən orada desəm ki, uşaq toplamadır, çıxmadır, bu əməliyyatları yerinə yetirir. Artıq burada nə var? Bir dəqiqlik, aydınlıq var. M qiymətləndirilə bilən, yəni ölçülə bilən olmalıdır mənim məqsədim. Mən yəni elə bir məqsəd qoymalıyam ki, uşağın qarşısına mən onu sonda qiymətləndirə bilim. Tutalım uşaq 1-2 yaşdadır, mən 3-4 yaşa aid olan məqsədi onun qarşısına qoya bilmərəm. Çünki sonda mən onu qiymətləndirə bilməyəcəm. Daha sonra M-ni dedik. A, əldə oluna bilən olmalıdır. Yəni nə çətin olsun məqsədimiz, nə də asan olsun. Yəni uşağın yaş səviyyəsinə uyğun olsun. S, M, A, R, real imkanlar.
Yəni ki, real imkanlar dedikdə nə nəzərdə tutulur? Resurslarımız, yəni həmin məqsədə uyğun nə deyiriksə, ona uyğun da bütün resurslar bizim əlimizdə olmalıdır. T də vaxt zaman deməkdir. Yəni vaxtın müddəti nəzərə almalıyıq. 1-2 yaşda məşğələnin müddəti nə qədərdir? 10 dəqiqə. Yaxud da 2-3 yaşda nə qədərdir? 15 dəqiqə. Bu müddətləri mən nəzərə alaraq məqsəd qoymalıyam ki, bu müddət ərzində uşaq minimum heç olmasa o məqsədə çata bilsin. Bu qədər. Daha sonra bir də burada qeyd olunub dəyərləndirmə, dəyərləndirmənin növləri, bir də portfolio. Dəyərləndirmə ümumiyyətlə müəllimələr nə deməkdir? Qiymətləndirmə deməkdir də, düzdürmü? Ümumiyyətlə biz qiymət olaraq məktəblərdə necə dəyərləndirirlər uşaqları? Qiymət verməklə dəyərləndirirlər də, düzdürmü? Biz necə dəyərləndiririk? Uşağın belə deyim də müşahidə edərək dəyərləndiririk, ona rəy verərək, əks əlaqə quraraq, yəni uşağı biz dəyərləndiririk. Və dəyərləndirmənin də 3 növü var. Biri diaqnostik, ilkin qiymətləndirmə deyilir buna bəzən. Daha sonra formativ qiymətləndirmə, inkişafın izlənilməsi deməkdir. Bir də summativ qiymətləndirmə, bu isə yekun hesabatdır. Baxın, mən nəyə görə formativ, summativ dedim? Əslində kurikulumda bunlar yığışdırılıb da məktəbə aiddir, bizə aid deyil. Bizdə inkişafın izlənilməsidir. Bir də ilkin qiymətləndirmə, yekun hesabat. Bunu deyirəm ki, yadınızda qalsın da. Çünki biz çox zaman formativ, summativ eşidirik deyə. Elə istəyirəm ki, müəllimlər elə yadlarında saxlasınlar ki, qarışdırmasınlar da. Deməli, formativ oldu inkişafın izlənilməsi, summativ oldu yekun hesabat. İlkin dəyərləndirmədə biz neynirik? Uşağı müşahidə edirik və diaqnostik qiymətləndirmə müəllimələr bizim didaktik prinsiplərimizdən hansı ilə əlaqəlidir? Çat bölməsində yazın. Diaqnostik qiymətləndirmədə deyirik ki, uşaqları neynirik? Müşahidə edirik, potensialını nəzərə alırıq. Uşağın Xeyr. Bəli, uşaq yönümlülüklə əlaqəlidir. Nəyə görə? Çünki burada uşaqların maraqları ön planda olur. Uşaq ilk bağçaya gəlib, uşağı neynirəm mən? Müşahidə edirəm ki, görüm bunun marağı nədir, potensialı nədir? Mən planlaşdırmamda nə kimi dəyişikliklər etməliyəm? Uşaq hansı səviyyədədir? Uşaq məsəl üçün nə olsun ki, yəni bağça var, elə valideynlər var ki, evdə də uşaqla məşğul olurlar. Həmin uşaq bağçaya gələndə mən diaqnostik qiymətləndirmə götürəndə həmin uşaqdan görürəm ki, uşaq bir qədər mövzulardan belə deyim də xəbərdardır. Uşaq deməli ki, neyniyib? Evdə məşğul olub da, valideyn uşaqla evdə məşğul olub və mənim planlaşdırmam belə deyim də bir qədər daha rahat olur həmin uşaq haqqında ki, hə, o qədər də dəyişiklik etməyə ehtiyac yoxdur, çünki uşağın məlumatı var. Yox, əgər görsəm ki, uşaq hələ belə deyim də o digər uşaqlardan geridə qalacaq, uşağın potensial səviyyəsi belə deyim də aşağı səviyyədədir. Neynirəm? Planlaşdırmamda çevik dəyişiklik aparıram. Məsəl üçün mövzu məntiqi riyazi təfəkkür məşğələsidirsə planlaşdırmamda baxıram ki, uşaq heç hələ saymağı bacarmır. Məsəl üçün 3-4 yaşında orta yaşlı uşaqdır. Daha doğrusu 3-4 yaşlı uşaqdır, orta qrupa aid olan uşaqdır. Baxıram ki, heç məsələn 3 dairəsini əməliyyat apara bilmir. Belə deyim də hələ potensialı zəifdir, bacarmır, öyrətmək lazımdır. Neynirəm? Çevik dəyişiklik aparıram. Deyirəm ki, yox, hələ bunu mən yavaş-yavaş başa salmalıyam da. Deməli, çevik dəyişiklik aparmaq hansı qiymətləndirməmizə aid oldu? Diaqnostik qiymətləndirmə, yəni ilkin qiymətləndirməyə aiddir. Bir də düşə bilər ki, təlimin planlaşdırılması üçün şərait yaradır. Baxın, şərait yaradır. Bəzən müəllimlər bunu çaşıb götürürlər, inkişafın izlənilməsi. Xeyr, inkişafın izlənilməsinə aid deyil. Hələ mən şəraiti yaradıram da. İlk olaraq necə bir şərait yaratmaq lazımdır? Onun potensial səviyyəsini ölçməklə, marağın, tələbatın ölçməklə mən o şəraiti yaratmalıyam da, düzdürmü? Ona görə də şərait yaradılırsa, bu diaqnostik qiymətləndirməyə aiddir. Diaqnostik qiymətləndirməni ümumiyyətlə müəllimlərə mən çox zaman real həyat nümunələri ilə başa salıram ki, yadlarında daha yaxşı qalsın. İndi məsəl üçün hal-hazırda siz qoşulmusunuz da, düzdürmü? Burada olan müəllimlərin mən çoxsunu tanımıram.
İndi durdum bir müəllimlə mən sual-cavab elədim, amma fikrimdə məqsədim odur ki, həmin müəllimin belə deyim də, bilik səviyyəsini ölçmək, görüm həqiqətən də müəllimə məlumatlıdırmı mövzulardan, bilirmi, bilmirmi? Yəni həmin müəllim haqqında mən fikrimdə əslində diaqnostik qiymətləndirmə aparıram ki, görüm sıfır bazadadır, yoxsa bir qədər mövzular haqqında məlumatı var. Bu mənim nəyimdir? Diaqnostik qiymətləndirməmdir. Ya adicə həkimə gedirsiniz, düzdürmü? Həkim sizə neyinir? İlkin diaqnoz qoyur. Hələ heç bir yoxlamadan, aparata falan salmadan deyir ki, siz deyirsiniz ki, məsəl üçün məndə bunlar var. O həkim də deyir ki, hə, səndə bu problem ola bilər. Neyinədir? İlkin diaqnozu qoydu. Elə diaqnostik qiymətləndirmə də eynən elədir. İlkin biz belə deyim də uşağı müşahidə edirik. İlkin hansı səviyyədədir, nədir, necə deyil, bu qiymətləndirmə vasitəsilə ölçmüş oluruq. Gəlir şəxsi inkişafın izlənilməsi. Şəxsi inkişafın izlənilməsi müntəzəm şəkildə müəyyən intervallarla tərbiyəçi müəllim tərəfindən aparılan qiymətləndirmədir. İnkişafın izlənilməsində məqsəd uşaq necə öyrənir, necə inkişaf edir? Bu suala cavab vermək, cavab tapmaq lazımdır. Biz uşağı belə deyim də qiymətləndirərkən 3 dənə meyardan istifadə edirik. Bu meyarlar birincisi yerinə yetirir, ikincisi qismən yerinə yetirir, üçüncü meyar isə yerinə yetirmirdi. Bu 3 meyardan istifadə edirik və meyarlarımız da dəyişmir. Bəzən müəllimlər çaşdırmaq üçün suallar sayırlar ki, meyarlar dəyişir. Xeyr, meyar dəyişmir, amma uşaqların bacarıqları dəyişir. Bəli. 3 dənə meyarımız var, bu meyar da olduğu kimi qalır. Və inkişafın izlənilməsinin mexanizmləri var. Hansılardır bu mexanizmlər? Müşahidədir, müsahibədir, şifahi sorğudur, fəaliyyət məhsullarının təhlili və portfoliodur. Müşahidə nədir? Müşahidə uşağın məşğuliyyətinə müdaxilə etmədən onun müəllim tərəfindən seyr edilməsi prosesidir və diaqnostik xarakter daşıyır. Necə ki, biz diaqnostik qiymətləndirmədə dedik ya ki, uşağı müşahidə edirik. Bəli, bizim ilkin qiymətləndirməmizdə əslində müşahidə çox böyük yer tutur. Amma sırf mexanizm olaraq, baxın, qarışdırmayın, gedib onu diaqnostik qiymətləndirməyə aid edərsiniz. Mexanizm olaraq formativ qiymətləndirmə içərisinə verilib. Yəni inkişafın izlənilməsinin içərisinə verilib. Müşahidə 2 cür olur. Biri var gündəlik müşahidə, biri də var ki, dövri müşahidə. Gündəlik müşahidə belə deyim də, heç bir qaydaya tabe olmur. Müəllim tərəfindən gündəlik həyat şəraitində aparılır. Alınan nəticələr ilkin məlumatlar formasında toplanılır. Yəni burada belə deyim də, müəllim istəsə qeyd aparar, istəməsə aparmaz da. Yəni vacib deyil. Qeydin aparılması burada vacib deyil. Amma dövrü müşahidə daha planlı, daha nəticə yönümlü formada aparılır və uzun müddətlidir. Dövrü müşahidə oyundur, təlimdir, əmək fəaliyyəti zamanı aparılır. Bu müşahidə vasitəsilə uşağın belə deyim də fəaliyyəti ardıcıllığı öyrənilir, nəticələrə görə anketlər və yaxud da müşahidə gündəliyi doldurulur. Deməli, müşahidə gündəliyi hansına aiddir? Dövrü müşahidə daha planlı, daha uzun müddətli aparılır. Hansı? Dövrü müşahidə. Dövrü müşahidə hansı fəaliyyət zamanı aparılır? Oyundur, təlimdir, əmək fəaliyyətidir. Bu fəaliyyətlər zamanı aparılır. Gündəlik müşahidə nə oldu? Gündəlik müşahidə heç bir qaydaya tabe olmadı və qeyd aparılması vacib deyil. Gəlir müsahibə metodu. Müsahibə müəllim uşaqlarla müsahibəni söhbət formasında aparır. O həmçinin bu üsuldan uşaqların qiymətləndirmə göstəricilərini müəyyənləşdirmək məqsədi ilə valideynlərlə aparılan iş zamanında istifadə edir. Deməli, burada təlim üçbucağı qurulu belə deyim də özünü göstərir. Hansı mexanizmdə? Müsahibədə. Müsahibədə həm müəllim belə deyim də həm müəllimlə aparılır, həm uşaqla, həm də müəllim, uşaq, valideyn, yəni üçbucağı burada gözlənilir. Şifahi sorğu. Şifahi sorğu isə söhbət və oyunlar formasında aparılır. Baxın, söhbət və oyunlar. Söhbətin adını çəkdiyi harda? Müsahibədə. Müsahibədə dedik ki, söhbət var. Sadəcə söhbətdir. Amma şifahi sorğuda artıq oyun da bura əlavə olunur. Yəni, oyun əlavə olunur hansına? Şifahi sorğuya. Yəni, mən uşaqda mövzunu keçmişəm, həmin mövzu haqqında sorğu aparmaq istəyirəm. Amma bunu daha əyləncəli, oyunvari formada aparıram. Həm burada oynayıb əylənirlər uşaqlar, eyni zamanda onlarla söhbət aparıram. Buna biz deyirik şifahi sorğu.
Bir də fəaliyyət məhsullarının təhlili var. Fəaliyyət məhsullarının təhlilini mən tərbiyəçi müəllimlərə, həmişə öz müdavimlərimə deyirəm ki, bu formada yadınızda saxlayın. Fəaliyyət məhsullarının təhlili bərabərdir təsviri fəaliyyət məşğələsi. Yəni burada məhsuldar fəaliyyət mütləq olmalıdır. Rəsmdir, yapmadır, quraşdırmadır, aplikasiyadır. Yəni bu fəaliyyətlərə uyğun uşaqlar nəsə ediblərsə, bu aiddir nəyə? Fəaliyyət məhsullarının təhlilinə. Və son olaraq deyirik portfolio. Portfolio ingilis dilindən tərcümədə portfel mühüm sənədlər üçün qovluq deməkdir. Burada uşaqların nəyi saxlanılır? Uşaqların əl işləridir, təsviri və gündəlik qeydlərdir, iş nümunələridir, ailənin məlumatlarıdır, yaş və inkişaf səviyyəsi cədvəlləridir. Və portfolio nə zaman dəyişdirilə bilər? Portfolio bir ildən bir yenilənə bilər. Bəli, portfolio bir ildən bir yenilənə bilər. Və portfolioda deyirik ki, təsviri və gündəlik qeydlərdir, iş nümunələridir, ailənin məlumatlarıdır. Ümumiyyətlə bunlar şəxsi məlumatlardır. Biz burada gizlilik, məxfilik prinsipini qoruyub saxlamalıyıq. Məsəl üçün valideynlərin bir qismi gəldi, digər uşaqların əl işlərinə baxmaq istəyir, digər uşaqların belə deyim də ailə məlumatlarına baxmaq istəyir. Buna icazə yoxdur. Portfolioya yalnız kim baxa bilər? Həmin uşağın valideyni baxa bilər. Yəni ondan başqa kimsə gəlib nə uşağın əl işlərinə baxa bilməz, nə məlumatlarına baxa bilməz bu formada. Sonra dedik ki, təsvir və gündəlik qeydlər. Bu gündəlik qeydlər uşaqların fərdi və qrup şəklində fəaliyyətləri haqqında günün sonunda təəssüratların qeyd olunmasıdır. Yəni günün sonunda uşaq nə edib, hansı işləri aparıb və subyektiv xarakter daşıyır. Yəni uşaq həm fərdi, həm qrup şəklində işləsə də, uşağın hər birinin belə deyim də ayrı-ayrılıqda öz işi olur da, öz təsviri, gündəlik qeydi olur. Və o qeydlər hər biri subyektiv, yəni uşağın özünə aiddir. Cəm formada o qeydlər olunmur. Hər birini şəxsi, subyektiv deyirik ki, xarakter daşıyır. İş nümunələri var. İş nümunələrinin təhlili zamanı uşaq əvvəlcədən müəllimi, valideyn tərəfindən xüsusi tapşırığı yerinə yetirir. Yəni necə tapşırıqlar? Yarımçıq qalmış tapşırıqlar. Bayaq məsəl üçün ev nümunəsi çəkdik. Dedik ki, 3 bucaq, bir də 4 bucağı qoymaqla uşaq evi düzəldə bilir. Yarımçıq tapşırıq necə verə bilərəm? 3 bucağı qoyaram. Daha sonra isə uşaq özü 4 bucağı neyniyər? Tamamlayar, qoyar, ev düzəldər. Yəni yarımçıq formada, yaxud da 4 bucağı qoyaram, kvadratı qoyaram, daha sonra 3 bucağı da uşaq özü tamamlayar. Bu yarımçıq iş tapşırığına uyğun nümunə kimi bunu çəkə bilərik. Daha sonra qiymətləndirməmiz haqqında deməli, formativ qiymətləndirməni qeyd elədik, summativi də, daha doğrusu diaqnostik, inkişafın izlənilməsi, bir də qaldı inkişafa dair yekun hesabat. İnkişafa dair yekun hesabat məktəbəqədər yaş dövründə 2 dəfə aparılır. Biri 3 yaşın sonunda, bir də məktəbəqədər təhsilin sonunda aparılır. Burada nə qeyd olunur? Uşağın burada adıdır, soyadıdır, atasının adıdır, uşağın yaşıdır, məktəbəqədər təhsil müəssisəsidir, tərbiyəçi müəllimin soyadıdır, adıdır. Ən sonda isə rəhbərliyin imzası olur. Və bir də burada yadda saxlamaq lazımdır ki, uşaqların belə deyim də yekun hesabat uşaqların ümumi təhsil müəssisəsinə qəbulu zamanı onların belə deyim də inkişafına heç bir təsir göstərmir. Yəni uşaq ümumi təhsilə belə deyim də addım atanda bu nəticə əsas götürülmür. Nəyə görə əsas götürülmür? Çünki ola bilər ki, uşağın potensial səviyyəsi aşağı olsun və yaxud da nəsə nəticələr ürək açan olmasın. Yəni bundan narahat olmağa ehtiyac yoxdur. Bu mane deyil ki, uşaq tutalım ki, 1-ci sinifə getməsin və yaxud da keçə bilməsin. Adətən bu siniflər arasında olur da ki, deyirik sinifdə qaldı, keçə bilmədi. Xeyr. Yəni bağça dönəmində belə bir şeylər yoxdur. Uşağın yəni potensial səviyyəsi aşağı belə olsa, həmin o nəticələr əsas götürülmür. Bir də burada keçidlər anlayışı var. Keçidlər nə deməkdir ümumiyyətlə? Keçidlər uşaqların bir fəaliyyətdən digərinə, məsələn, oyundan yeməyədir, məşğələdən gəzintiyədir və yaxud da yuxudan durub fəaliyyətə başlamaqdır. Bunların hər biri fikir versəz keçiddir. Yəni oyundan durdu,
yeməkdir. Yeməkdən məşğəliyə, gəzintidən məsəl üçün gəzintidir, gəldi, yatdı. Yəni bu formada nədir? Qısa keçidlərdir və bu keçidlər qısa zaman kəsiyidir. Əgər keçidlər düzgün təşkil edilməsə, qrupda bu problemlər yarana bilər. İdarəetmənin itməsi ola bilər. Məsələn, uşaqlar arasında səs-küy artır, nizam-intizam pozulur, vaxt itkisidir, fəaliyyətlər arası boşluq məsəl üçün çox uzanır, təlim üçün ayrılan vaxt boşa gedir. Bir də gərginlik və aqressiya yarana bilər uşaqlar arasında. Bu belə deyim də keçidlər düzgün qurulmazsa. Uşaqlar nə edəcəklərini bilmədikdə darıxırlar, bir-biri ilə məsəl üçün mübahisə etməyə və ya ağlamağa başlayırlar. Ona görə də bir tərbiyəçi müəllim olaraq bir fəaliyyətdən digərinə necə bir formada keçmək lazımdır? Həmin o tənzimləməni düzgün şəkildə etməyi bacarmalıyıq. Bir də sərbəst fəaliyyət anlayışı var. Daha doğrusu burada nədən danışmadıq biz? Valideynlərlə əməkdaşlıq qalıb, sərbəst fəaliyyət anlayışdır. Uşaqlarda sıralama bacarıqları. İlk öncə bu haqqda danışaq. Uşaqlarda sıralama bacarığı dedikdə nə gəlir ilk ağlınıza müəllimələr? Hansı bacarıq ağlınıza gəlir ilk öncə? Sıralama bacarığı dedikdə. Sayma, rəng, sonra bir bacarığımız var idi. O elə sıralama bacarığının belə deyim də termini idi. Deməli, bizim bir bacarığımız var idi, seriasiya bacarığı. Yəqin ki, adını eşitmisiniz. Seriasiya bacarığı. Və həmin o seriasiya vasitəsi, seriasiya nə idi? Əşyaların böyükdən kiçiyə düzülməsi idi. Bəli, böyükdən balacaya düzülməsi idi seriasiya. Və seriasiyanı biz nə ilə apara bilərik? Əşyalarla apara bilərik. Rənglər vasitəsilə apara bilərik, çöplər vasitəsilə apara bilərik. Yəni nümunə olaraq matruşkanı düşünün. Baxın, matruşkanı bir böyükdən aşdıqca kiçiyə doğru gedir. Sıralama yaranır da. İlk öncə böyüyü düzürük, daha sonra gəlirik, ən balacada dayanırıq. Nə yarandı burada? Böyükdən kiçiyə düzmə bacarığı yarandımı? Bəli, təbii ki, yarandı. Yaxud da çöplərdən istifadə edə bilərik. Çöplərdən nə deyə bilərik? Uzun çöp, yəni hər çöp belə deyim də böyükdən balacaya düzülür, ən balaca çöp ən axırda düzülür. Və yaxud da rənglər, ola bilər ki, məsələn, tünd rənglər birinci düzülsün, axıra doğru getsin, açıq rənglərə doğru. Yəni həm əşyalardan, həm çöplərdən, həm də rənglər vasitəsilə biz sıralama bacarıqlarını uşaqları ilkin olaraq başa sala bilərik. Və sıralama bacarığı təkcə məsəl üçün uşaq böyük, kiçiyi öyrənmir, eyni zamanda sayır. Bax, düzdükcə məsələn matruşkanı qoyduqca bax, uşaqlar birinci matruşka, ikinci matruşka, üçüncü matruşka. Neyinirik? Sayırıq da bir-bir. Eyni zamanda burada nə yarandı uşaqda? Sayma bacarığı yarandı. Əlaqələndirmə, uşaq böyüyü öyrəndi, kiçiyi öyrəndi. Yəni, bəli, kubiklərlə də olar, düzdür. Kubiklər məsələn yan-yana düzərək sayma bacarığıdır, sıralamadır. Muncuqlar vasitəsilə olar. Yəni sıralama bacarıqlarını biz ilk öncə nə ilə inkişaf etdirməliyik uşaqlarda? Oyunlar vasitəsilə, bəli. Oyunlar vasitəsilə öyrətməyi bacarmalıyıq. Bir də valideynlərlə burada əməkdaşlıq var idi. Təbii ki, biz belə deyim də, uşaqlarla işlədiyimizə görə valideynlər bilirsiniz ki, çox həssas olurlar. Yəni onlarla əməkdaşlıq qura biliriksə biz həqiqətən də biz belə deyim də, demək ki, düzgün yoldayıq. Onlarla əməkdaşlığı bacara biliriksə, biz düzgün yoldayıq. Nəyə görə? Çünki balaca uşaqlardır. Bəzən onları da anlayışla qarşılamaq lazımdır. Çox narahat olurlar, hətta hər şeyə görə narahat olurlar. Biz belə problemə görə özümüzü sıxmamalıyıq ki, çox məsəl üçün valideyn yazır, nəyisə soruşur. Xeyr. Yəni bu onu göstərir ki, valideyn həqiqətən də uşağına dəyər verir. Həqiqətən də valideyn önəmsəyir uşağını. Elə valideyn var ki, vala gətirir, atır bağçaya, heç xəbəri olmur ki, uşaq nə elədi, nə yedi, nə içdi, maraqlanmır. Bu da pis bir şeydir. Amma valideynlə biz əməkdaşlığı elə qurmalıyıq ki, valideyn də aktiv mövqedə olmalıdır, müəllim də. Yəni uşağın inkişafı üçün hər iki tərəf əlindən gələn hər bir şeyi etməlidir.
Valideynlə əməkdaşlıq etmək üçün onu ilk öncə dinləyib və eşitmək lazımdır. Yaxşı dinləmə bacarığı yalnız eşitmək demək deyil. Ailəni diqqətlə və hörmətlə dinləmək, dediklərini hiss edərək anlamaq lazımdır. Yəni ki, məsəl üçün biri var ki, valideyn danışır, nümunə olaraq deyirəm də, biz də baxırıq ona. Biri var ki, mən baxıram sadəcə, biri var ki, həm baxıram, həm də onu eşidirəm. O hiss edir ki, mən onun belə deyim də dərdinə şərik olmağa hazıram. Onu valideynə hiss etdirmək lazımdır. Daha sonra aydın və başa düşülən dildən istifadə etmək lazımdır. Bəzən məsəl üçün biz təbii ki, valideyn iclaslarından neynirik? İstifadə edirik də, düzdürmü? İndi valideyn gəlir, mən inklüziv təhsil haqqında valideynlərə məlumat verirəm ki, evdə də valideynlər uşaqları ilə məşğul olsunlar, belə uşaqlara daha həssas yanaşılmalıdır, hörmətlə yanaşılmalıdır, bir-birlərinə lağ etməməlidirlər. Aha, bəli, uşaqların öncə yaxşı tərəflərini demək lazımdır, düzdür. Yəni neynirəm? Burada mən başlayıram terminlərdən. Ay məsəl üçün inklüziv təhsil, sonra deyirəm sim uşaqlar, sonra deyirəm inteqrasiya, nə deyirəm, seqreqasiya. Uşaq valideyn də belə mənə, yəni ola bilər də hər valideyn indi oxumuş valideyn deyil ki, hər valideyn gedib indi kurikulumu açıb oxumayıb ki. Yəni ola bilər ki, valideynin məlumatı olmasın bu terminlər haqqında. Mən yəni orada özümü göstərmək məqsədli durub o terminlərin adının çəkilməyinin belə deyim də heç bir faydası yoxdur valideynə. Valideynə əsas mən inklüziv təhsilin mahiyyətini başa salmaq istəyirəmsə, aydın və başa düşülən dildən istifadə edərək, onların başa düşdüyü bir dildən istifadə edərək izah etməliyəm. Bir də açıq suallardan istifadə etmək lazımdır. Məsəl üçün istəyirik ki, uşaq haqqında məlumat alaq. Deyə bilərik ki, məsələn, Rəsul evdə nə etməyi sevir və yaxud da Kamran məktəbdəki fəaliyyətimiz haqqında sizə nə deyir? Yaxud da məsəl üçün nəticədə indi hər bir uşağın inkişafı ilə bağlı açıq suallar verirəm ki, valideynlə əməkdaşlıq edə bilim. Valideyn məsəl üçün mənə danışa bilsin, fikrini ifadə edə bilsin, sıxılmasın. Və bir də ünsiyyətdə qeyri-verbal ifadələrdən, bədən dilindən istifadə etmək lazımdır. Bəzən ailə üzvləri narahat olduqları mövzunu müzakirə etməkdən çəkinirlər. Qeyri-verbal ünsiyyət dili, yəni bədən dilindən anlamaq ailə üzvünün narahatlığından xəbər verə bilər. Məsələn, ana gender problemlərini müzakirə edərkən çox gərgindirsə, onu diqqətlə dinləməli və suallar verərkən çox həssas olmalıyıq. Və ailələrin gələcəkdə söhbətdən yayınmasına səbəb ola biləcək qərəzli ifadələrdən və yaxud da səbirsiz davranışlardan çəkinməliyik. Bədən dilindən istifadə edərkən ehtiyatlı olmalıyıq. Bir də düzünü demək və birbaşa informasiya ötürmək lazımdır valideynlərə. Yəni mən durum uşağın inkişafı haqqında yalan nəyisə məlumat verim və yaxud da nəyisə, amma bayaq müəllimənin dediyi kimi ilk öncə hər bir uşağın təbii ki, müsbət keyfiyyətləri olur. Hətta ən belə deyim də, çətin uşağın belə müsbət keyfiyyəti olur. Neynirəm? İlk öncə o müsbət keyfiyyət deyirəm ki, uşaq bu potensiala sahibdir və yaxud da uşaq həqiqətən də bunu edə bilər. İlk öncə o məlumatı verdimmi, daha sonra isə uşağın inkişafı barəsində uyğun dildə, yəni ki, kobud deyil də, uyğun bir dildə uşağın inkişafı haqqında mən düzgün məlumatı deyib birbaşa informasiyanı ötürməliyəm. Bir də məlumatın məxfiliyini təmin etmək lazımdır. Nəyə görə? Çünki ola bilər ki, valideyn gəldi, öz ailəsi haqqında bir problemi mənə dedi. Dedi ki, müəllimə, məsəl üçün, mən ailəmdə belə problem baş verib, söz-söhbət var, bu istəmirəm uşağa yansısın, uşaq bilsin. Mən sizdən əməkdaşlıq edərək istəyirəm ki, mənim uşağım bu hadisədən travma almasın. Tutam, gəldi bunu mənə dedi. Sonra mən də onu gedirəm, neynirəm? Digər müəllim yoldaşlarımla, belə deyim də, paylaşıram bu məlumatı. O da gəlir uşaqların yanında deyir, məlumat belə deyim də, yayla gedir. Mən nəyi burada pozmuş oluram? Gizliliyi pozuramı? Bəli. Deməli, hansı prinsipi pozuram? Konfidensiallığı pozuram. Bəli, etik prinsiplərindən konfidensiallığı pozuram. Bir də sərbəst fəaliyyət anlayışı var. Sərbəst fəaliyyət ümumiyyətlə
uşaqların sərbəst gördüyü işlərdir. Məsəl üçün, adicə oyuncaqlarla oynamağıdır, rəsm çəkməyidir, hər hansı indi bir fəaliyyətlə məşğul olmasıdır. Mən uşağa müdaxilə etməməliyəm sərbəst fəaliyyətdə. Nəyə görə müdaxilə etməməliyəm? Çünki uşaqlar ən azından sərbəst şəkildə nəyisə etməyi bacarmalıdırlar. Uşaqlarda özünə inam formalaşmalıdır. Kəşf edib araşdırmağı bacarmalıdırlar. Hər dəfə mən onun yanında olsam, yəni hər dəfə bir yol göstərsəm, uşağın belə deyim də bir növ kəşf etmək imkanını onun əlindən almış olaram. Ona görə də sərbəst buraxmaq lazımdır uşaqları. Əgər uşağın yardıma ehtiyacı varsa, hətta biz bunu oyunlarımızdan sərbəst oyunlarda da keçmişdik. Uşağın əgər ehtiyacı varsa, sərbəst oynayır, amma köməyə ehtiyacı varsa, təbii ki, tərbiyəçi müəllim uşağa kömək etməlidir. Bu qədər müəllimələr, indi zəhmət olmasa əllərinizi qaldırın. Bu mövzulara uyğun hər birinizdən sual-cavab eləyək. Əllərinizi qaldırın, indi bir-bir sual verəcəm. Heç kim sual-cavab olunmaq istəmir, müəllimələr. Kim əl qaldıra bilmirsə, səsini açsın, bildirsin mənə. Narahat olmayın, yəni o qədər də çətin suallar deyil. O zaman siz qaldırmırsınız, mən bir-bir adınızı çəkim. Vəzifə müəllimə səsi açsın, zəhmət olmasa. Vəzifə müəllimə, Gülnarə müəllimə, Könül müəllimə, Nursəl müəllimə. Müəllim, axşamınız xeyir. Axşamınız xeyir, Könül müəllimə. Necəsiz? Çox sağ olun müəllim, siz necəsiniz? Çox sağ olun, mən də yaxşıyam. Allah Müəllimlər canınızı elə bir biraz sual-cavabdan çəkindilər, ona görə bir-bir başladılar çıxmağa. Ürəkli olun müəllimələr. Burada yəni biz məsələn kim bildi, kim bilmədi, mövqeyində deyilik. Ola bilər ki, bilməyək. Amma ən azından öyrənirik də. Burada kim məsəl üçün deyir ki, yox, məsəl üçün mən bilməsəm pərt olaram, bilməsəm və yaxud da nə isə. Xeyr, elə şeylərə ehtiyac yoxdur. Burada yəni hər birimiz yəni belə deyim də olğun düşüncəli insanlarıq. Burada öyrənməyə qoşulmuşuq. Yoxsa bir-birimizdən çəkinək və yaxud da nə isə elə şeylərə ehtiyac yoxdur. Aha, ilk Müəllim, Allah sualım. canınızı sağ eləsin. Adətən mən də yaxşı bilmirəm. Bu ən elə çətin yerimdir bu planlaşdırma, belə şey. Bunu çətin bilirəm. O zaman sizə planlaşdırma uyğun bir dənə test sualı verək. Diqqətli qulaq asın. Planlaşdırma mövzuya uyğun mərkəzlərin qurulması nə üçün vacibdir? A. Müəllimin işini asanlaşdırmaq üçün. B. Otağın daha nizamlı görünməsi üçün. C. Uşağın həmin mövzunu müxtəlif fəaliyyətlərimiz üçün rəsm, oyun, riyaziyyat vasitəsilə dərindən anlaması üçün. D. Valideynlərin otaqdakı dəyişikliyi görməsi üçün. Mən burada müəllimin planlaşdırması da müəllim üçün olar. Düz variant yadımdan çıxdı. Bəli, uşaqların həmin mövzunun müxtəlif fəaliyyətləri, rəsmdir, oyundur, riyaziyyatdır. Bunlar vasitəsilə dərindən anlaması üçündür. Anlaması üçün. Daha sonra açıq havada oyunların təşkili zamanı öyrənmə mühiti dedikdə nə nəzərdə tutulur? A. Həyətdəki hər bir təbiət elementinin daşdır, qumdur, ağacdır, uşaq üçün tədqiqat vasitəsinə çevrilməsi. B. Həyətin yalnız oyuncaqlarla dolu olması. C. Uşaqların yalnız müəllim tərəfindən idarə olunan idman hərəkətlərini etməsi. D. Həyətin hasarlanaraq uşaqların qaçmasının qarşısının alınması. Sözün düzü birinci, o əvvəlkilər yadımda qalmadı, hansı idisə. A-da deyir ki, hər bir təbiət elementinin daşdır, qumdur, ağacdır, uşaq üçün tədqiqat vasitəsinə çevrilməsi.
Açıq havada oyun. Yəqin ki, elə odur da müəllim, elə Bəli, birinci variant. bəli, A variantıdır. Daha sonra valideynlərlə əməkdaşlıqda müntəzəm məlumatlandırmanın əsas faydası nədir? A. Uşağın ev və bağça mühiti arasında uyğunsuzluq yaranmasının qarşısını almaq. B. Valideynlərdən hər həftə yeni avadanlıq tələb etmək. C. Müəllimin işinə daha az müdaxilə olunmasını təmin etmək. D. Uşağın qüsurlarını gizlətmək. Xeyr, o axırıncı variant deyil. Yəni Aha. uşağın qüsurlarını çəkmək. Valideynlərlə əməkdaşlıq belə şifahi olanda yadımda qalmır, yalandan deyənmərəm. Deməli, sizcə bu cümləyə baxın, deyir uşağın ev və bağça mühiti arasında uyğunsuzluq yaranmasının qarşısını almaq. Mənim elə budur da. Bəli. Burada tayda yəni yaxşılıq elə olmalıdır, valideynlə əməkdaşlıq. Burada da uyğunsuz deyir. Bəli, faydasına elə A variantı aiddir. Daha sonra keçidlərin təşkili zamanı uşaqların vaxtını səmərəli idarə etmək üçün tərbiyəçi nə etməlidir? A. Uşaqları qaçmağa məcbur etməli. B. Növbəti fəaliyyəti sürətlə keçib uşaqları yormalı. C. Keçid anını bir oyun və mahnı ilə əyləncəli hala gətirib xaosu önləməli. D. Uşaqların bir yerdən digər yerə köçməsini qadağan etməli. Yox, mənim C variantıdır. O birilər hamısı səhv idi. Düzdür. Sıralama bacarığı, yəni seriasiya inkişaf edən uşaq hansı məntiqi əməliyyatı yerinə yetirir? A. Əşyaları rənginə görə ayırır. B. Şəkildə gördüyü heyvanları adlandırır. C. Rəqəmləri ondan geriyə sayır. D. Əşyalar arasında fərqli ölçüləri, məsələn, kiçik, orta, böyük ardıcıllıqla düzür. Bu axırıncı dediyinizdir. Bəli, Axırıncı dediyiniz. bəli, D variantıdır, düzdür. Daha sonra açıq havada təbiət səslərini say oyunu hansı bacarıqların inteqrasiyasıdır? A. Riyazi sayma və nitq inkişafı. B. Fiziki tərbiyə və rəsm. C. Musiqi və kimya. D. Yazı bacarığı və idman. Bir dəfə də oxuyuram. Açıq havada təbiət səslərini say oyunu hansı bacarıqların inteqrasiyasıdır? A. Riyazi və nitq inkişafı. B. Fiziki tərbiyə və rəsm. C. Musiqi və kimya. D. Yazı bacarığı və idman. Müəllimə A bəndidir orada. Açıq havada olanda Açıq hava oyunları sayma ilə riyazi bacarıqları eləyir. Deməklə də nitqini inkişaf elətdirir. Bəli, A variantıdır, düzdür. Daha sonra sərbəst fəaliyyət zamanı uşaqların müxtəlif mərkəzlərdə, yəni güşələrdə nəzərdə tutulur. Oynaması nəyə xidmət edir? Deməli, dəqiqə. A. Müəllimin uşaqların hamısına eyni vaxtda baxmasına. B. Otağın boş qalmamasına. C. Uşağın öz marağına uyğun sahədə müstəqil kəşflər etməsinə. D. Səs-küyün qarşısının alınmasına. Mənim elə C bu variantı müəllimə. C Uşaqlar variantı. sərbəsti Bəli. öz maraqlarına marağını uyğun. öz Bəli, maraqları. uşaqların marağı. Aha, düzdür. Daha sonra qiymətləndirmədə inkişaf qovluğunun, yəni portfolionun fərqi nədir? A. Portfolio qiymət yazmaq üçün sənəddir. B. Portfolio ilin sonunda doldurulur. C. Portfolioda uşağın uğursuzluqları qeyd olunur. D. Portfolio uşağın zamana görə dəyişən bacarıqlarını sübutlarla göstərir. Bəli, D bəndi müəllimə, D bəndi. Portfolio uşağın zamanla dəyişikliyinin sübutlarına bacarığıdır. Portfolioya biz zaten uşağın hər ayki əl işlərini yerləşdiririk də, hər məşğələ üzrə gördüyü fəaliyyətləri. Bəli, düzdür. Günel müəllimə, bir dəqiqə siz zəhmət olmasa dayanın, Könül müəllimə ilə sual-cavabı yekunlaşdıraq, daha sonra sizə keçəcəm. Olarmı? Mən elə bilirəm, siz ümumi verirsiniz. Hayır, Ona görə, yəni burada ilkində- Könül müəllimə də səsi çıxmadığına görə. Könül müəllimə biraz düşünür, ona görə yəqin ki, vaxt gedir, Üzürlü sayın. narahat olmayın. Daha sonra Bəli, eşidirəm. sıralama, yəni seriasiya üçün ən effektiv material hansıdır? A. Müxtəlif ölçülü taxta bloklar və ya matroşkalar. Daha sonra
B. Eyni Ayaqlarım rəngli kağızlar. C. Sadəcə hekayə kitabları. D. Plastilin. Mən birinci o matroşkalar demişdiniz bayaqda Bəli. dərsdə. Elə yəqin birinci variantdır. Bəli, Birinci matruşkalardır. Düzdür. Oldu Könül müəllimə, çox sağ olun. Çox sağ olun Aytəkin müəllim. Çox sağ olun, var Çox olun. sağ olun. Allah canınızı sağ eləsin. Çox sağ olun. Aytəkin müəllimə sağ olun. Salam. Əlimi qaldırmışam mən də. Necəsiz müəllimə? Çox sağ olsun. Necə? Çox. Əlimi qaldırmışdım. Lap yaxşı. Suallara. Sizlə də biraz sual cavab eləyək. Hə, Deməli, valideynlərlə əməkdaşlıqda çətin valideynlə ünsiyyət necə qurulmalıdır? A. Valideynlə mübahisə etməklə. B. Onu görməzdən gəlməklə. C. Səbirlə dinləyib uşağın inkişafı naminə ortaq nöqtələr tapmağa çalışmaqla. D. Onu direktora şikayət etməklə. C bəndi. Daha sonra məşğələnin gəzintiyə keçid zamanı uşaqların geyiminə ardıcıllığını öyrətmək nəyə xidmət edir? A. Müəllimin vaxtına qənaət etməsinə. B. Uşaqların geyimlərinin təmiz qalmasına. C. Uşaqların valideynlər şikayət etməməsinə. D. Uşaqlarda özünə xidmət və ardıcıllıq bacarığının formalaşmasına. D bəndi. D bəndi mənim. Düzdür. Açıq havada küləyin istiqamətini öyrənmək hansı inkişaf sahəsinə aiddir sizcə? Fiziki. Niyə? Öyrənirlər. Hə, idrak. Bəli, idraka aiddir. Daha sonra Yox, külək istiqamətinə görə fiziki dedim. Ona görə elə dedim. Bəli. İdrak öyrənir. Bəli. Portfolionun analizi müəllimə növbəti planlaşdırmada necə kömək edir? A. Heç bir köməyi olmur. B. Müəllimə uşağın valideynini tənqid etmək üçün əsas verir. C. Hansı uşaqla hansı sahədə daha çox işləmək lazım olduğunu göstərir. D. Müəllimin Amma digər variantı oxumayın, elə C variantıdır. Özünüzü yormayın, elə C bəndidir. Yəni müəlliməyə kömək eləyir ki, uşaqla necə işləmək lazımdır. Orada göstərir zaten meyarlarda, diaqnostik qiymətləndirmədə. O mən də bilirəm də. İndi müəllimə gözləyirəm ki, axıra kimi oxusun da. Xahiş elə müdaxilə eləməyin. Bilməyəndə eləyərsiz. Aytəkin müəllimə, çox istəyərdim ki, hər kəsə bir sual verəsiniz də. Biz çoxuq, siz azsınız. Hər müəlliməyə bir dənə sual versəz olar. Bilirsiniz müəllimələr, baxın, burada bayaqları nə qədər deyirəm, əl qaldırın, əl qaldırın, heç biriniz əl qaldırmırsınız. Mən cavab verəndən sonra hamı ürəkləndi, maşallah. Bəli, indi inşallah hər birinizə suallarım Siz çoxdur. cavab verin də, ay müəllimə, qoy bir nədir o kimi deyir, o cavab versin. Bəli, suallarım çoxdur, Yəni, narahat olmayın. Daha sonra, sərbəst fəaliyyət mərkəzində müəllim uşağın oyununa nə zaman müdaxilə etməlidir? Uşaq səhv oynadıqda, B. Uşaq çox danışdıqda, C. Uşaq çox güldükdə, D. Oyun təhlükəli hal aldıqda və ya uşaq dəstək istədikdə. D bəndi. İnteqrasiyalı planlaşdırma uşağın yaddaşında nəyi təmin edir? A. Biliklərin pərakəndə deyil, bir sistem halında yadda qalmasını. B. Uşağın daha az məlumat öyrənməsini. C. Riyazi biliklərin üstün olmasını. D. Uşağın hər şeyi unutmasını. Yəqin ki, A bəndi olar. Bəli, düzdür. Sıralama bacarığı hansı yaş dövründən etibarən daha şuurlu inkişaf etməyə başlayır? A. 1-2 yaş, B. 10-12 yaş, C. 4-6 yaş, D. 15-16 yaş. 1-2 yaşda tam bilməzlər. Yəqin ki, 4-6 yaş. Bəli, 4-6 yaşdır, düzdür. Oldu Şəfəq müəllimə, çox sağ olun. Sağ olun. Günel müəllimə səs açsın. Günel müəllimə. Bəli, Aytəkin müəllimə, buyurun, eşidirəm. Deməli, Günel müəllimə, valideyn-müəllim münasibətlərində şəffaflıq nə deməkdir? A. Müəllimin öz şəxsi həyatını valideynə danışması. B. Valideynin müəllimə hədiyyə verməsi.
D. Uşağın həm uğurları, həm də çətinlikləri haqqında valideynə dürüst məlumatlar verilməsi. Elə bu cavabdır. Müəllimə digər variantı oxumağımıza ehtiyac yoxdur. Və şəffaflıq odur ki, aydın şəkildə tam. Bir də ki, hər bir uşağın mənfiliyini təklikdə valideynlə danışmaq lazımdır. İclaslarda durub bildirmək, belə ortalıqda danışmaq, yəni düzgün deyil. Şəffaflığı qorumaq üçün təklikdə həmin uşağın mənfisini, müsbətini həmin valideynə çatdırmaq düzgündür. Düzdür. Formativ qiymətləndirmə zamanı tərbiyəçinin müşahidə vərəqində yazdığı hansı qeyd daha peşəkar hesab olunur? A. Uşaq bugün çox ağıllı idi. C. Uşaq bütün tapşırıqları səhvsiz etdi. D. Uşaq 5 elementdən ibarət sıralamanı sərbəst şəkildə ölçü fərqini nəzərə alaraq qura bildi. Axırıncı bənd olaraq fikirləşirəm müəllimə. Üçüncü dediyiniz bənd. Bəli. Formativ qiymətləndirmədən danışırsınızsa. Düzdür. Aha. Sıralama bacarığı seriasiya aşağıdakı fəaliyyətlərdən hansında daha dərindən yoxlanılır? A. Heyvan şəkillərini qruplaşdırmaqda. C. Şeiri ardıcılı deməkdə. D. 7 müxtəlif ölçülü silindri böyükdən kiçiyə doğru bir xətt üzrə düzməkdə. Bu variantda müəllimə, bu bənddə seriasiya bacarıqları daha aydın göstərilir. Bəli, düzdür. Daha sonra diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllim nə etməlidir? A. Uşaqların zəif və güclü tərəflərini müəyyən edib illik planını buna uyğun qurmalıdır. C. Uşaqları cəzalandırmalıdır. D. Oxumayın Nəticələr. müəllimə, elə A bəndidir, A bəndidir. Digər variantları oxumağa ehtiyac yoxdur. Elə A bəndi, bəli. Ona əsasən illik nailiyyətləri çıxarda bilər müəllimə. Düzdür. Daha sonra açıq havada öyrədici mühitin təşkili zamanı təbii materialların qumdur, yarpaqdır, çubuqdur, bunların əhəmiyyəti hansı variantda düzgün verilib? A. Uşağın sensor inkişafını stimullaşdırır və yaradıcılığını artırır. B. Onlar A bəndidir müəllimə. Bəli, A bəndidir. Daha sonra Bəli, çünki sensor açıq havada ən çox, məsəl üçün, körpə yaşlı uşaqlara indi sizin verdiyiniz suala əsasən, yəni cavablara əsasən sensor bacarıqları inkişaf elətdirir. Ən çox elə qumla oynamaq, məsəl üçün, yarpaqlara toxunmaqdır. Hətta orada yarpaqları yığ və desə belə bir oyun var, həmin yaş qrupuna uyğun. Yəni o sırf uşaqların sensor bacarıqlarıdır, toxunma, hiss etmə bacarıqlarını inkişaf elətdirir. Bəli, düzdür. Daha sonra bir dəqiqə. Tərbiyəçi görürəm ki, çox belə şey eləyirsiniz də. Asan deyirsiniz, sizə biraz çətin sual verəcəm. Verin müəllimə, buyurun. Tərbiyəçi açıq havada təbiət muzeyi fəaliyyəti təşkil edir. O uşaqlardan həyətdən tapdıqları müxtəlif əşyaları, yarpaqdır, daşdır, budaqdır, qoz fındığı və s. gətirmələrini istəyir. Uşaqlar əşyaları topladıqdan sonra müəllim onlara belə bir tapşırıq verir. İndi isə bu xəzinələri elə düzün ki, ən hamar olanı ən başda, ən kələkötür olanı isə ən sonda olsun. Bu situasiya ilə bağlı aşağıdakı metodiki təhlillərdən hansı doğrudur? A. Müəllim burada uşaqlarda taktil toxunma qavrayış vasitəsilə mürəkkəb sıralama bacarığını inkişaf etdirir və eyni zamanda iqrak inkişafını təbiət elmləri ilə inteqrasiya edir. B. Bu fəaliyyət uşaqların fiziki hərəkətliyini artırmaq üçün nəzərdə tutulur və sıralama bacarığı ilə heç bir əlaqəsi yoxdur. C. Müəllim açıq uclu təbii materiallardan istifadə etməklə mühiti zənginləşdirir və uşaqlarda əşyaların keyfiyyət əlamətlərinə görə analiz etmə qabiliyyətini formalaşdırır. D. Bu fəaliyyət həm də nitq inkişafına xidmət edir, çünki uşaqlar əşyaların teksturasını hamar, kələkötür, tikanlı təsvir etmək üçün yeni sifətlərdən istifadə etməli olurlar. Hə, müəllimə, D ola bilər. C ilə D-nin arasında qaldım. Nitqi də inkişaf etdirir. C. Cavablar uzun olduğuna görə adam beynin qaçdı. Əslində dediyiniz A variantı da çox uyğun idi. Orada bir dənə B variantı uyğun gəlmədi. Çünki orada inkarlıq var idi. A variantında da deyir, inteqrasiya edir uşaqlar. Bir cavabın üstündə qalın. Bir cavab. Hansını seçər? İstəsəniz bir dəfə də oxuya bilərəm situasiyanı.
Hə, zəhmət olmasa müəllimə bir dəfə də oxuyun. Təxmini yadımda qaldı, amma bir də oxuyun zəhmət olmasa. Deməli, Biraz uzun oldu sual. tərbiyəçi açıq havada təbiət muzeyi fəaliyyəti təşkil edir. O, uşaqlarda həyətdən tapdıqları müxtəlif əşyaları gətirmələrini istəyir. Uşaqlar əşyaları topladıqdan sonra müəllim onlara belə bir tapşırıq verir. İndi isə bu xəzinələri elə düzün ki, ən hamar olanı ən başda, ən kələ-kötür olanı isə ən sonda olsun. Bu situasiya ilə bağlı aşağıdakı metodiki təhlillərdən hansı doğrudur? A. Müəllim burada uşaqlarda taktil, toxunma qavrayış vasitəsilə mürəkkəb sıralama bacarığını inkişaf etdirir və eyni zamanda idrakin inkişafını təbiət elmləri ilə inteqrasiya edir. Düzdür, mənim elə A-dır, hə, A bəndi. Məncə Bəli, elə A-dır. bəli. Düzdür, həm toxunurlar, zərk eləyirlər. Çünki axırıncı bənddə deyir sizə nitqi inkişaf edir. Bəzi uşaqlar axı deyə bilmirlər, amma burada fakt toxunurlar, taktili, həm də inteqrasiya da var da. Aha, İnteqrasiya həm də sadədən mürəkkəbə dediniz ki, düzməlidirlər. Kələ-kötürdən daha hamara doğru. Elə A bəndidir. bəli, düzdür. Əgər səhv bilmirəmsə. Düzdür. Daha sonra, Çox sağ olun Aytəkin müəllimə, təşəkkür edirəm. sağ olun. Bir dənə də sual sizə ünvanlayaq. Buyurun. Tərbiyəçi Çətin olsun müəllimə. tərbiyəçi böyük qrupda sərbəst fəaliyyət zamanı uşaqların riyaziyyat və manipulyasiya mərkəzinə müxtəlif həndəsi fiqurlardan naxışlar qurduğunu müşahidə edir. Uşaqlardan biri Ayxan dairə, kvadrat ardıcıllığını qurur. Tərbiyəçi Ayxana yaxınlaşaraq deyir: Ayxan, sən naxış qurmağı çox gözəl bacarırsan. İndi gəl bu naxışı elə genişləndirək ki, hər dairədən sonra dairələrin sayı bir vahid artsın. Məsəl üçün, bir dairə, bir kvadrat, 2 dairə. Bu formada arta-arta getsin. Bu situasiyada tərbiyəçinin yanaşması və uşağın fəaliyyəti ilə bağlı hansı fikir metodiki cəhətdən doğrudur? A. Müəllim uşağın mövcud bacarığını sadə sıralamanı əsas götürərək yaxın inkişaf zonası prinsipinə uyğun olaraq onu daha mürəkkəb qanuna uyğunluğu anlamağa sövq edir. B. Müəllimin müdaxiləsi uşağın sərbəst oyun hüququnu pozur və uşaqda yaradıcılığın qarşısını alaraq onu yalnız riyazi hesablamalara fokuslayır. C. Bu fəaliyyət uşaqda həm idraki inkişafı, məntiqi ardıcıllığın qurulması, həm də estetik və yaradıcı inkişaf, naxış dizaynı sahələrinin effektiv inteqrasiyasını təmin edir. D. Tərbiyəçinin istifadə etdiyi metod uşağın sıralama və qanuna uyğunluqları aşkar etmə standartı üzrə irəliləyişini formativ qiymətləndirmə üçün real sübut fakt yaradır. Müəllimə, C fikirləşirəm C. Nəyə C görə C? doğrudur C. Nəyə görə C? Amma A ola bilər, müəllimə, A. Yaxın inkişaf zonası kömək eləyir, ona dəstəkləyir. A bəndi. Bəli. A ilə C-nin arasında A-da, hə. Çünki ona deyir ki, daha yaxşısını eləyə bilərik. Sadədən mürəkkəbə gedir. Bəli. Səs echo verir. Aha. Müəllimənin səsi. A bəndi oldu elə müəllimə. Bəli, A bəndi. Dəstəkləyici mühit. Bəli. Daha sonra bu qədər Günel müəllimə, çox sağ olun. Çox sağ olun Aytəkin müəllimə, təşəkkür edirəm. Digər müəllimlər də çox sağ olsun. Məndən fərqli olaraq səbrinə qulaq asdıqlarına görə. Sağ olun. Kim? Axşam istəyirəm Aytəkin müəllimə. Bağışlayın, bir açıq bilmədim telefonu. Üzr istəyirəm. Mənim Vəzifə müəlliməm. Bir də sual cavab edək Vəzifə müəllimə. Buyurun. Bir dəqiqə. Deməli, Vəzifə müəllimə, uşaq oyuncaqları boyuna görə düzməkdə çətinlik çəkir. Bir dəqiqə müəllimlər qoşulmaq istəyirlər. Uşaq oyuncaqları boyuna görə düzməkdə çətinlik çəkir. Tərbiyəçi müdaxilə etmədən kənardan səncə hansı oyuncaq ən hündürdür, hansı isə onun yanında biraz qısa görünür sualını verir. Bu yanaşmada ən doğru metodiki məqam hansıdır?
A. Müəllim uşağa hazır cavabı vermir, fasilitasiya istiqamət vermə edərək uşağın özünün məntiqi nəticəyə gəlməsini və sıralama bacarığının aktivləşdirilməsini təmin edir. B. Müəllim uşağın vaxtını alır, halbuki düzgün ardıcılığı özü göstərsəydi, uşaq daha tez öyrənərdi. C. Bu yanaşma uşaqda tənqidi təfəkkür və müşahidə bacarıqlarını inkişaf etdirərək idraki inkişaf sahəsinə xidmət edir. D. Sual uşağın öz səhvini müstəqil tapmasına, refleksiya və özünə inanma hissinin artmasına kömək edir. Cavab A doğrudur müəllim. Çünki orada uşağın öz fəaliyyəti olmaq daha məqsədə uyğundur. Cavab A'dır. Bəli, düzdür. Daha sonra uşaq müxtəlif ölçülü qabları iç-içə yığa bilmir. Tərbiyəçi deyir, bax bu böyük qabın içinə hansı daha rahat yerləşər. Burada variantlarda verib. A. Müəllim hazır göstəriş vermir, sual vasitəsilə uşağı müstəqil kəşfə və sıralama, seriasiya bacarığını tətbiq etməyə yönəldir. B. Müəllim uşağın işini çətinləşdirir, qabları özü yığsa daha sürətli olar. C. Bu üsul uşaqda məntiqi təfəkkürü və əşyalar arası həcm münasibətləri anlamağa stimullaşdırır. D. Tərbiyəçi fasilitator rolunda çıxış edərək uşağın özünə inamını və problem həll etmə bacarığını dəstəkləyir. B müəllimə, fasilitator. Hansı? B bəndi. D yoxsa Müəllim fasilitatoru. biraz da fikirləşin. Başqa hansı variant var? A da uyğun gəlir, amma D-də fasilitator olduğu üçün D-ni götürürəm ki, Burada əslində uşağa variantlar kömək eləyir. Amma A uşaq özü inkişaf edirsə A-dır. Uşağa göstəriş verir, uşaq özü tapırsa A bəndidir. Bəli, A bəndidir. Burada variantlar bir-birinə oxşuyur, amma ən doğrunu tapmaq lazımdır. Ən doğru A bəndidir. Variantlar uzundur, həm də görünmür deyil müəllim, onun üçün də biraz Biraz yadda saxlamaq çətindir. Deməli, tərbiyəçi uşağın çəkdiyi şəkli portfolyoya daxil edərkən nəyə əsaslanmalıdır? A. Şəklin üzərində uşağın konkret bacarığına, məsələn, insan fiquru detalı çəkir və tarixi qeyd edərək inkişafı sənədləşdirir. B. Şəklin gözəlliyinə və valideyn bu şəklini bəyənib bəyənməyəcəyinə. C. Bu materialın uşağın ilin əvvəlindəki rəsmləri ilə müqayisəsinə və irəliləyişin aşkar olunmasına. D. Uşağın fəaliyyət zamanı nümayiş etdirdiyi fərdi yaradıcılığın və müstəqilliyin sübut olmasına. O tarix yazmaq ən də dəqiqdir portfeldə, doğrusu odur. Tarixi yazırsan. A bəndi. Bəli, A bəndidir. Daha sonra uşaqlar həyətdə müxtəlif yarpaqlar toplayırlar. Müəllim uşaqları yarpaqların rənginə, formasına və damarlarına görə ayırmağı təklif edir. Bu fəaliyyətdə müəllimin əsas hədəfi nədir? A. Uşaqların həyətdə qaçaraq fiziki enerjilərini boşaltmalarını təmin etmək. B. Yarpaqları toplayıb qovluğa yığmaq ki, otaq təmiz qalsın. D. Təbiət materialları vasitəsilə uşaqlarda ətraf aləmə qarşı maraq oyatmaq və sensor duyğu təcrübələrini zənginləşdirmək. C. Uşaqlarda əşyalara oxşar və fərqli əlamətlərinə görə təsnifatlaşdırma, qruplaşdırma bacarığını və diqqəti müşahidə qabiliyyətini inkişaf etdirmək. O hansı bənd idi? Yadından çıxdı, ətraf aləmi duyğuları ilə hiss eləmək. O bəndi müəllimə. Xeyr. O hansı bənd? O bənd deyil. Burada Deyil. Xeyr. Onda axırıncı bənddir. Axırıncıdır. Uşaqlarda burada əşyaları təsnifatlaşdırma, qruplaşdırma. Bəli, bəli. Oldu vəzifə müəllimə. Çox sağ olun. Siz sağ olun müəllimə, var olasınız. Allah sizdən razı olsun. Çox təşəkkür edirəm. Sağ olun. Başqa hansı müəllimə sual cavab olmaq istəyirsə, səsi aça bilər. Salam. Müəllimələr sual cavab Salam, Aytəkin müəllimə. Axşamınız xeyir. Salam Aygün müəllimə, axşamınız xeyir. Sual cavab olunmaq istəyirsiniz? Buyurun müəllimə. Bəli. Aha, deməli, Aygün müəllimə,
Məşğələ bitib və uşaqlar əl-üzlərini yumağa getməlidirlər. Tərbiyəçi deyir, indi hamımız barmaqlarımızın ucunda ən səssiz heyvan kimi, məsələn, pişik balası kimi süzülərək gedirik. Burada ən düzgün yanaşma nə olar? A. Müəllim uşaqlara intizam qaydalarını sərt şəkildə xatırladır ki, dəhlizdə səs-küy olmasın. B. Bu üsul uşaqların vaxtını itirir, uşaqlar sürətlə qaçıb işlərini bitirməlidirlər. C. Müəllim oyun texnologiyasından istifadə edərkən keçid anını nizamlayır, uşaqların özünü idarə etmə və diqqət bacarıqlarını gərginlik yaratmadan inkişaf Bəli, etdirir. müəllim. Aha, Bu variantdır. bəli, C variantı. düzdür. Daha sonra 15-nə düşən suallardan. Uşaq geyinərkən düyməsini bağlaya bilmir və əsəbləşib köynəyini kənara atır. Tərbiyəçinin ən düzgün reaksiyası nə olmalıdır? A. Müəllim uşağı cəzalandırır və düyməni bağlamayana qədər həyətə çıxmağa icazə vermir. B. Müəllim vaxt itirməmək üçün uşağın düymələrini özü cəld bağlayır. D. Tərbiyəçi uşağın mənfi emosiyasını idarə etməsinə kömək edir və onda çətinlikləri dəf etmə iradəsini formalaşdırır. C. Müəllim sakitcə yaxınlaşır. Gəl birinci düyməni birlikdə yoxlayaq. Mən kömək edim, qalanını sən davam et. Deyərək uşağın müstəqilliyini dəstəkləyir. Bu axırıncı variantdır müəllimə. Müəllimə kömək eləməsi. Aha, bəli, C variantı. Əvvəlcə birlikdə bağlayaq, sonra davamını özün davam et. Bəli, düzdür. Daha Müəllimə, bir sual verə bilərəm mən bəli, sizə. bəli. Bu verdiyiniz suallar 3-cü gün bizə imtahana düşəcək sualların testləridir. Belə deyim də müəllimələr, həmin mövzuya uyğun testlərdir, amma dəqiq deyil ki, sırf bunlar düşəcək. Sadəcə müəllimlər üçün dəstək məqsədli belə suallar hazırlamışam ki, ən azından belə deyim də özlərini inkişaf etdirə bilsinlər, suallara hazırlıqlı olsalar. Bu sualların öhdəsindən gələ bilirsinizsə, düşünürəm ki, elə o suallarından öhdəsindən gələ biləcəksiniz. Belə suallar düşsə çox yaxşı olar. İnşallah. müəllimə, Bəli, müəllimə. Buyurun. bu təlimdə bugün təlim olub da, onun sualları nətər olub görəsən? Bugün təlim olub. Demədiniz 12-də, 2-də olacaq. Bugün deyil, hardasa. 15-i olacaq inşallah. 15 olacaq. pardon. Hə, 15. Elə bilirəm bu Elə gün. burada olan müəllimləri mən 15-nə Hə. belə deyim də hazırlıqlı olsunlar deyə elə bu gün təşkil etmişəm ki, təlimi ən azından Çox sağ olun müəllimlər Aytəkin müəllimə. Çox təşəkkür edirəm mən öz adıma sizə ki, bu gündən təlimi təşkil eləmisiniz. Bizə də dəstəkdir. Həm ödənişsiz, həm belə öz vaxtınızdan ayırırsınız, suallarını əhatələn. Çox sağ olun, çox təşəkkür edirəm sizə. Mən də Günel müəlliməyə qoşuluram. Təşəkkürümü bildirirəm sizə. çox sağ olun. Aytəkin müəllimə, onda o sualları yəqin veriləcək də, Bəli, yəni işləyə bəli, biləcəyik. Bəli, Onun yadınızda verilib də, tutsun, mövzu atılıb. xatırlayırsınızsa müəllimələr, bir dəfə də Mövzu 25 yox, suallıq testdən danışıram, mən testləri deyirəm. Yəni test 25 dənə test edirsiniz. Yəni o yəqin yayılacaq da yəqin biz də bilərik. Bəli, bəli. Müəllimə, sizin ödənişli qrupun, bəli müəllimələr, ödənişli qrupum var. Ətraflı məlumat üçün zəhmət olmasa mənə şəxsi yazarsınız. Deməli, Aytəkin müəllimə, çox üzr istəyirəm. Bir sual verə bilərəm sizə. buyurun müəllimə. Burada deyirlər ki, təlim keçən müəllimləri cəlb edəcəklər də bu qiymətləndirməyə. Bəli. Bizə də təlim keçməyiblər. Müdiriyyət tərəfindən də bizə xəbərdarlıq olmayıb ki, 15-i test olacaq. İndi biz iştirak eləyə biləcəyik, yoxsa necə? Siz iştirak etməyəcəksiniz, amma suallar haqqında belə deyim də məlumatınız olsun deyə mən həmin sualları test formasında hazırlayıb göndərəcəm müəllimlərə ki, işləsinlər. Ay, çox sağ olun müəllimə, çox təşəkkür edirəm. Mən də deyirdim ki, bu müəllimlərdən xahiş edirəm, hansı qoşulacaqsa, onu link formasında ata bilərlər, biz də işləyək həmin vaxt. Mümkün deyil. Olmaz. Başqa müəllimlərə yönəltmək Bizim adımız çıxıb, bizə siyahı atılıb işdən. Hansı müəllimələr ki, daxil ola bilər, o müəllimələrin siyahısı artıq çıxıb. Yox, bizə heç nə deməyiblər. Siyahı zat heç nə deyilmir. Bizə də deyilmir. Deyilsəydi yaxşı olar. Axşamdan xeyir müəllimə. Kimlər ki, 60 yaşa təlimə keçən müəllimələr də iştirak eləməlidir, məcburidir bunda o iştirak eləməkləri. Necə müəllimə? Üzr istəyirəm, bir də aydınlıq gətirin müəllimələr, dinləyə bilirsiniz. Bəli, buyurun.
Kimlər ki 4 günlük təlimdə iştirak etməyiblər, yəni ümumiyyətlə bağçalarda adı çıxmayıbsa, yəni həmin müəllimələr bundan qıraqdadırlar. Bir. İkincisi, o deyir 65 yaşlılar. Əgər müəllimə adınız çıxmayıbsa, 4 günlük təlimdə iştirak etməmisinizsə, yəni sizə də aid deyil bu. Üçüncü də çox qorxulu bir şey deyil. Yəni sadə açıq havada keçirilən oyunlara aid testi 1 saat vaxt verirlər. Cəmi 25 dənə sualdır da. Linki də sadəcə həmin gün atacaqlar. Yəni ayın 15-i atacaq. Sırf təlimə gedən müəllimələr üçün aktiv olacaq da. Yəni onu biz paylaşa bilməyəcəyik. İştirak edən müəllimələrin heç biri paylaşa bilməyəcək. Sadəcə onlar həmin vaxt atacaqlar. 1 saatlıq aktiv olacaq. Ondan sonra da dərhal bağlanacaq. Yəni belə bir şeydir. Kimlər ki getməyib, qoşula bilmir, yəni narahat olmasın. Belə ay dəhşətli bir şey deyil də ki, çox vacibdir, sertifikasiya təsiri. Adi bir şeydir, adi. Elə bir ki, özünüzü sınaq kimi bu sağ olsun müəllimələrin, təlimçilərin atdığı sınaq kimi Mən bir şeydir. təlimlərin heç birində iştirak eləməmişəm, heç vaxt. Bizə Diaqnostika. bizə də ümumiyyətlə sınaq verir. Üzr istəyirəm. 4 günlük təlimdə iştirak eləyən, amma qorxuram ki, sertifikasiyaya da mənim adım qəbul olunar da. Mənim yaşım 60-ı keçibdir. Əgər iştirak eləsəm, adım sertifikasiyada yenidən gələcək, yoxsa necə? Bu sınaqdır, onun aidiyyatı yoxdur sertifikasiyaya. Amma dedilər var da, ona görə mən narahatam. Xeyr, Belə var, aidiyyatı nəticə sadəcə Qiymətləndi. müəllimə burada Siz neyinirsiniz qoşulub? Yəni birdən Mən çağırırlar. Adları çıxmayanlar niyə narahatdır ki, niyə qoşulasınız ki, yəni də? maraqlı gəlir ki, bu qiymətlər, suallar zat. Mənim üçün şəxsən maraqlıdır ki, görüm o müəllimələr suallar necə zəhmət olmasa suallar. testləri bir Amma də sən qaytaraq. danışdın ki, mənim adım çıxıbdır. Bax, mənim adım orada gəlibdir. Amma halbuki mənim yaşım 60 keçibdir. Bax, o var. Müəllimə, Ona görə narahat təlimə olmayın. getmisiniz. Siz təlimə Bəli, bəli. getmisiniz, adınız Bəli, çıxıb məcburi təlimə. təlimə də göndərdilər. Ona görə Olsun, çıxmış iştirak göndərin. eləyin də. Sertifikasiya heç bir aidiyyatı yoxdur bunun. Təliminə getmisiniz, iştirak eləmisiniz, adınız da çıxıbsa, deməli onu verməlisiniz də. Yəni orada da adi bir şeydir. Özünüzü qorxudacaq heç nə yoxdur ki. Yox, testlərə görə demirəm. Mən azdan çoxdan nələrisə bilirəm. Sizin verdiyiniz sualların da demək olar ki, hamısına cavab verdim. Bəli, Suallar amma müəllimə, yəni ki, orada şərt deyil ki, ümumən 25 dənə 25-ini də yazmalısınız, ay sizi işdən çıxardarlar, ay maaşınıza təsir. Yəni heç bir şey, adi sınaq kimi. Burada necə cavab verirdiniz Aytəkin müəllimə suallarına? Orada da həmişədir. Bildiyinizi yazacaqsınız, bilmədiyinizi də buraxacaqsınız, gedəcək və salam. Aytəkin müəllimə, mənə sual cavab eləyirdiniz. Bu Günel müəllimə imkan vermədi. Günel müəllimə Orada maşallah bizə- aktiv müəllimədir belə görürəm. çox sağ olun. Hər zaman Çox, belə. çox aktiv müəllimədir. Müəllimə, bizim bu müəllimələrə maraqlı gəlir. Yəni biz cavanlar belə öyrətmə kimi çıxmasa, pis də başa düşməsinlər də. Yəni hamının beynində sual doğurur ki, necədir, necə olacaq. Biz də təlim vaxtı təlimçi müəlliməyə çox suallar vermişik. Ona görə buradakı müəllimələrin beynində sual doğurur. Ona görə cavablandırır. Biz məlumatımız var da, az çox verək ki, bilsinlər də. Yəni ki, təhlükəli bir şey yoxdur. 60 plus olsalar da, yəni onlara heç bir təsir eləməyəcək. Bir də orada bir müəllimə var idi, sual verdi ki, bəs mən iştirak eləyə bilməyəcəm, istəyirdim ki, suallarla maraqlanım. Mən narahat olmayın. Biz yəni bu link paylaşılandan sonra, biz suallara cavab verəndən sonra, bağlanandan sonra bir yolla bu suallar yəni paylaşılacaq, yayılacaq. Onda sizin də məlumatınız olacaq. Sizlər də girib eləyə biləcəksiniz. Yəni bütün sınaqlarda elə olub da. Adi diaqnostikada belə nə qədər təlimçilər ötür-ötürlə öz kitablarında falan həmin o diaqnostikaya düşən sualları tapdılar, dərc elədilər, çıxartdılar. Yəni yayılır. Bu da 25 dənə sual da mütləqdir ki, yayılacaq. Yəni xəbər çıxacaq. Siz də tapıb həll eləyəcəksiniz. Yəni narahat olmayın, baxarsınız suallara. Bəli. Çox sağ olun Günel müəllim. Allah razı olsun. Təşəkkür edirəm. Aha, müəllimlər, Sağ olun, zəhmət olmasa çox sağ olun. səsləri bağlayın. Deməli, səhv etmirəmsə bir dəfə də keçirilib də bu qiymətləndirmə. Onda da 25 dənə test sualı idi. Hətta onda da bütün suallar belə deyim də paylaşılmışdı. Bütün müəllimlər artıq o suallar haqqında məlumatlı idi. Narahat olmayın. İştirak edə bilənlər üçün bu üstünlükdür. İştirak edib özünüzü sınayacaqsınız. Yəni qorxuzmayın ki, ay nəsə mənə təsiri olar və yaxud da nə isə. Xeyr, heç bir təsiri yoxdur. Amma çalışın ki, bəli, bütün sualları cavablandıra bilsəz, nə xoş sizə. Ən azından
azından bu sizin üçün bir motivasiya olar. Digər müəllimlər də dediyim kimi narahat olmasın. Mən əlimdən gələn qədər o sualları tapacam bir-bir. Onsuz ki müdavimlərim mənə o sualları deyəcəklər. Bir-bir onların hər birini qeyd edib test formasına, sınaq formasına salacam. Yaxşı olar ki, elə quiz formasına salacam. Quiz formasında işləyərsiniz. İndi isə Aygün müəllimə suallarımızı ünvanlayaq. Buyurun Deməli, müəllim. Aygün müəllimə, portfolioya daxil edənlərdən biri yanlışdır. Ekran görüntüsünü mən etmişəm. Mustafazadə Nicat müəllimə adınızı qeyd eləyərsiniz, zəhmət olmasa. Sizi əslində tanıyıram, amma adınız yadımdan çıxdı. Etmişəm, atacam qrupa. Aha, portfolioya daxil edilənlərdən biri yanlışdır. A. Ailənin məlumatı, B. Dəyərlər, C. İş nümunələri, D. Gündəlik qeydlər. Dəyərlər. Bəli, dəyərlərdir. Təlim strategiyalarının düzgün seçilməsinə aid olan fikri seçin. A. Məşğələ üzrə qiymətləndirmə meyarı. B. Alt standartda əks olunan bilik və bacarıq. C. Alt standartda müəllimin planlaşdırılmasının hazır verilməsi. D. Alt standartın tələbinə uyğun fəaliyyət üsulu seçmək. Müəllim, A variantıdır. Niyə A variantı? Bir də diqqətlə qulaq asın. Təlim strategiyalarının düzgün seçilməsinə aid olan fikri seçin. A. Məşğələ üzrə qiymətləndirmə meyarı. B. Alt standartda əks olunan bilik və bacarıq. C. Alt standartda müəllim planlaşdırılmasının hazır verilməsi. D. Alt standartın tələbinə uyğun fəaliyyət üsulu seçmək. Fəaliyyət üsulu. Axırıncı. Məncə C-dir. C bəndi. Qıraqdan xahiş Orada edirəm da. müdaxilə olmasın. Bir-birimizə hörmət eləyək. Təlim strategiyaları, iş forması, iş üsullarıdır da. Alt standartda müəllim planlaşdırılmasının hazır verilməsi sizdə düzgündürmü? Xeyr, Aha, bu deyil. deməli, burada doğru cavabımız bizim C variantıdır. Daha sonra formativ qiymətləndirmə mexanizminə aid olmayan variantı seçin. A. Müsahibə, B. Müşahidə, C. Şifahi sorğu, D. Analiz. Analiz. Mhm. Analiz yoxdur. Bəli, bu üsul xüsusi struktur və keyfiyyətlərə malik bir üsuldur. Uşaqların nail olduqları nəticələrin daha dəqiq yoxlanılmasına imkan yaradır. A. Ailənin məlumatı, B. Praktiki məşğələlər, C. Testləşdirmə, D. Gündəlik qeydlər. Müəllim, zəhmət olmasa şərtini bir də oxuya bilərsiniz? Bu üsul xüsusi struktur və keyfiyyətlərə malik bir üsuldur. Uşaqların nail olduqları nəticələrin daha dəqiq yoxlanılmasına imkan yaradır. A. Ailənin məlumatı, B. Praktiki məşğələlər, C. Testləşdirmə, D. Gündəlik qeydlər. Gündəlik qeydlər. Xeyr. Struktur və keyfiyyətlərə malik olan bir üsul hansı idi? Daha dəqiq hansında yoxlaya bilərik? Testləşdirməyə aiddir müəllimələr bu. Söhbət və oyunlar vasitəsilə keçirilir. Müəllimə uşaqların əşyalar, hadisələr, onların xüsusiyyətləri haqqında mənimsədikləri biliklərin, bacarıqların formalaşması səviyyəsi, fəaliyyətlərdə tətbiq etmə bacarığını yoxlamağa imkan verir. Hansı mexanizmə aid idi? Söhbət formasında keçirilirsə müsahibədir. Söhbət və oyunlar formasında. Şifahi sorğu. Şifahi sorğu. Aha, şifahi sorğudur. Daha sonra valideyni məktəbə cəlb etməyə çalışan müəllimin çağırışına valideyn cavab vermir. Bu zaman müəllim nə etməlidir? A. Təşəbbüsü ələ almalıdır. B. Ailə ilə empatiya qurmalıdır. C. Məxfiliyi qorumalıdır. D. İsrarlı olmalıdır. İsrarlı olmalıdır. Düz deyil müəllimə. İsrarlı olmaq. Bəli, düzdür, israrlı olmalıdır. Daha sonra bərabər hüquqların qorunması, humanizm, həssaslıq hansı üsluba aiddir? A. Demokratik üslub, B. Avtoritar üslub, C. Liberal üslub. Demokratik üslub. Aha, düzdür. Valideynlə pozitiv münasibət qurmaq üçün verilən tələblərdən biri doğru deyil. A. Uşaqlara müsbət
və inkişafa ehtiyac olan tərəflərini müzakirə etmək lazımdır. B. Pozitiv valideyn iclası pozitiv valideynlə iclası təşkil etmək lazımdır. C. Valideyni sinif fəaliyyətlərinə cəlb etmək olar. D. Şagirdlə bağlı şikayətləri e-mail ilə göndərmək məqsədə uyğundur. D. Axırıncı variant. Bəli, deməli biz təkcə şikayətləri deyil, eyni zamanda nəyi qeyd etməliyik? İlk öncə nəyi qeyd edirik? Uşağın hansı tərəflərini? İlk öncə müsbəti deməliyik, sonra mənfini. Bəli, düzdür. Məktəbdə valideyn iclasları zamanı hər bir müəllim ayrı-ayrı sinif otaqlarında əyləşir və valideynlər növbə ilə müəllimlərə yaxınlaşaraq öz övladları haqqında təklikdə müzakirələr edirlər. Valideynlər iclasının belə şəkildə keçirilməsinin səbəbi aşağıdakılardan hansıdır? A. Valideynin şəxsi həyatı haqqında sual verməsi üçün. B. Şagirdləri utandırmaq üçün. C. İclasda müəllimlərin yorulmaması üçün. D. Konfidensiallığı qorumaq və ünsiyyətin daha rahat olması üçün. Konfidensiallığı qorumaq, Aha, düzdür. gizliliyi. Daha sonra hörmətə əsaslanan ünsiyyətdə düzünü demək və birbaşa informasiya ötürmək nə deməkdir? A. Ailə üzvlərinə düzünü demək və birbaşa informasiya ötürmək etibarın yaranmasına kömək edir. B. Zəruri hallarda ailə üzvlərinin fərdi şəkildə sizinlə danışa biləcəyi yeri və vaxtı təmin edin. C. Ailənin uşağının inkişafını dəstəkləmək məsuliyyətinin hər iki tərəfin üzərinə düşdüyünün başa düşməsi vacibdir. D. Valideynlərlə övladların əməlləri barədə məlumat vermək ailə ilə münasibət qurmağın ən yaxşı yoludur. A variantı məncə. Bəli, A variantıdır. Daha sonra ailələrlə əməkdaşlıq zamanı hansı vacib məsələlərə valideynlər tanış olmalıdır? Biri yanlışdır. A. Uşaqların fəallıq göstərməsi. B. Təlim-tərbiyə işinin əhəmiyyəti. C. Uşaqların yaş xüsusiyyətlərini nəzərə almamaq. D. Təhlükəsiz mühitin vacibliyi. Nəzərə almamaq. Aha, bəli, bu variant səhv variantdır. Daha sonra ildə bir və ya iki dəfə uşağın böyüməsi və təlim nailiyyətləri barəsində hesabat yazılmalıdır. Valideynlərlə uşaqları haqqında rəsmi məlumat verilməlidir. Bu hansına aid olar? A. Konfidensiallıq, B. Davamlı ünsiyyət, C. Yazılı hesabat, D. Ailələrlə sıx əməkdaşlıq. Yazılı hesabatda olar da. Aha, düzdür. Daha sonra qrup müzakirələrində bəzi valideynlər tərbiyəçi müəllimə yanaşaraq təklikdə övladları haqqında müzakirə təşkil edirlər. Bunun səbəbi nədir sizcə? Daha variantları oxumuram. Məncə cavabım budur. Konfidensiallıq. Bəli, konfidensiallıqdır. Daha sonra konfidensiallığın qorunması zamanı verilən qaydalardan biri doğru deyil. A. Valideynlərin hüquq və vəzifələri. B. Proqramın məxfi məlumatdan istifadə qaydaları. C. Uşaqlarla birlikdə işləyəcək şəxslərə məlumatın təqdim edilməməsi. D. Uşaqların fotoşəkillərini paylaşmadan əvvəl valideyndən icazə almaq. Axırıncı. Niyə icazə almalı deyilik valideynlə fotoşəkil Almalıyıq. Mən şərtini unutdum. Zəhmət olmasa şərtini bir də oxuyardınız. Qorunması zamanı verilən qaydalardan biri doğru deyil. A. Valideynlərin Doğru olmayan. Aha. B. Proqramın məxfi məlumatdan istifadə qaydaları. C. Uşaqlarla birlikdə işləyə biləcək şəxslərə məlumatın təqdim edilməməsi. D. Uşaqların fotoşəkillərini paylaşmadan əvvəl valideynlərin icazə almaq. C variantı. C-də deyir ki, uşaqlarla birlikdə işləyəcək şəxslərə məlumatın təqdim edilməməsi. Məlumatı təqdim etmir və qaydanı pozur. Bu qədər Aygün müəllimə, çox sağ olun. Müəllimə, olar bir dənə sual verim mən sizə. Buyurun. Bizə bu imtahana aid PDF-i atıblar. Mən bunu oxumuşam. O YouTube-da bir təlimçiyə qulaq asdım. Orada deyir ki, burada məsələn yaşlar üzrə deyir ki, 1-2 yaşlı uşaq həyətdə hansı oyunları ki oynayır. Orada yumuşaq zəmin olmalıdır, 20 santim olmalıdır. Sonra ağaca dırmanma 1 metr olmalıdır. Bu 4-5 yaşa aiddir. Biz bunları əzbərləməliyik. PDF formasında Bunlar oxumusunuz. testə düşəcək.
Bunlar PDF-də var hamısı. Bəli, Sonra PDF-də var. oyunlar var Belə deyim də, yaşlar üzrə. PDF-də varsa düşə bilər. Yaşlar inanmıram çox düşə, amma düşsə hardasa 1 dənə, 2 dənə belə yaşlara uyğun düşəcək. Ən çox məncə situasiya tipli düşəcək. İndi düz dəqiq bilmirik də necə olacaq. Amma imtahanda da həmişə çox zaman situasiya tipli testlər düşür. Situasiya tipli testlər də elədir ki, əgər mövzunu həqiqətən də yaxşı bilirsənsə, onun öhdəsindən gəlirsən. Amma o məlumatlarda bəli, oxuyun. Ayın 15-nə qədər vaxtınız var. Məsələn, burada oyunlar var. Bir neçə oyundur. Nağıl marşrutu, Hı -hı. xəzinə. Yəni bunlar düşəcək. Bu oyunların məqsədi nədir? Bəli, situasiya Necə? formasında sala bilərlər, bəli. Oldu müəllimə, çox sağ olun. Siz sağ olun. Amma Deməli müəllimələr, başqa kimsə sual cavab olunmaq istəmirsə, mən təlimimizi yekunlaşdırıram. Çox xoş oldu sizinlə belə deyim də sual cavab eləmək. Ümid edirəm ki, bir köməyim toxunar. Burada olan suallardan heç olmasa ən azından birisi ilə, ikisi ilə qarşılaşasınız, sizin köməyinizə çatsın. Allah işinizə avan eləsin. Uğurlar arzu edirəm sizə. Çox sağ olun Aytəkin müəllimə. Çox Təşəkkür sağ olun edirik. müəllimə. Dəyərli vaxtınızdan ayırdınız bizim üçün. Çox Sağ olun. sağ olun. Sağ olun. Aytəkin müəllimə, çox sağ olun. Allah Çox razı sağ olsun. olun müəllimə. Öz fikirlərinizi bu təlim haqqında zəhmət olmasa qrupda bildirərsiniz, mənə motivasiya olar. Çox sağ olun. Gecəniz Müəllimə xeyrə. siz Çox sağ olun müəllimə. Allah razı olsun. Sağ olun, müəllimə, Təşəkkür Allah edirəm. razı olsun. sağ